Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliyinə qarşı Türkcə əsli kitablar proqramının 284-cü bölümün başlayıram. Allaha şükür olsun ki, bu günləri bizə ömür verdi, fürsət verdi. Türk dədə-babalarımız, nənələrimiz yaratdığı uyğarlıqlardan, təməddünlərdən, dil və yazı təməddününün yaratdığı, içində barındığı, saxladığı yüzlərcə mədəniyyətin yazı forması ilə tanış olaq. Əgər dostlarımız keçən proqramda olsaydılar, gördülər ki, biz bir kitab tapdıq, adı Məcməül Xəvas. Yazar Sadiqi Kitabdar, nüsxəçi Həsən Təbrizi. Tarix, nüsxə tarixi 1267-də yazılıb. Nüsxə o zaman yazılıbdır. Yəni 180 il öncə yazılıbdır. Amma əsl kitab Təhmasib Şah zamanında, birinci Təhmasib zamanında yazılıbdır. Şah İsmailin oğlu Təhmasibdən söz geçir. O da səltənət elədiyi tarixə baxanda 921 ilə 972-ci illər arasında səltənət elədiyi üçün kitab o zaman yazılıbdır. Kitab o zaman yazılsa, demək olar ki, 400-500 ilə yaxın, ya da 500 il öncə yazılmış bir kitabına. Dünən mən bu kitabı oxuyarkən və oxuyandan sonra bir gün axşama qədər şarj olmuşdum və ləzzət aparırdım. Taza bir düşüncələr mənə əl verirdi. Mən gedim indi o kitabı tapım, bir daha ona səlam eləyim. Məcməül Xəvas. Bunu dünən açmışdıq, elə bu günlərdə açdıq. Bu bağlayaq. Bu kitab 500 il öncə deyək. Deyək 500 il öncə, 10 il o yüz bu yüz o fərq eləməz. 500 il öncə Azərbaycanda və Səfəvilər çağında bir kitab yazılıbdır. Bu kitab türkcə yazılıbdır. Amma sual, nədən bu məsələn, bir cümlə oxuyayım, görün kitab nə cür yazılıbdır. Əvvəlinə getmirəm, elə buradan harada qalmışıq. Şah Təhmasib Hüseyni Nəvvərallah Qəbrəhu Alişan Padişah irdi. Abad əcdadi şivəsi şücaət və vilayət, himmət və hidayət və dəlالət, üzrəm. Şücaət və dəlالət, himmət və hidayət nəticəsidin bəhrəmənd və kamyab irdi. İllik 3 yıl padişahlıq təxticahı üstida mütəməkkin irdi. Əvail səltənətidin əvasid dövləti ғəcə hər keşvərqə kimrayəti zəfər atın mütəvəccih qıldı. Heç padişah və padişah nişan müvacih bulamadılar. Və əgər bulsalar irdi, məğlub bulurlar irdilər. İndi Təbrizdə, Azərbaycanda, deyək Qəzvində 500 il öncə türkcə bu türkcəymiş. Yazılan türkcə bu türkcəymiş ən azından. Bu mənə nə göstərir? Göstərir ki, Türk dünyasının 500 ilin bundan öncə bugünkü ayrılıqları yox imiş. Heç olmasa ziyalıq, aydınlıq, savadlılıq sahəsində. Yəni, mümkündür ki, küçədə, bazarda, kətdə danışanlar fərqli ləhcə ilə danışırmışlar. Amma onlar ki, savadları var idi, yazı səthinə gəlirdilər, onlar Türk dünyasında aynı dili danışırdılar. Görürük ki, Səlcuqlar aynı yazını yazırlar, Osmanlılar təqribən aynı yazını yazırlar, Azərbaycanda aynı yazılı yazılır, Uyğuristanda aynı yazı yazılır,
Əlişir Nəvai, yəni Əfqanistan və Xorasan dediyimiz yerdə aynı dil yazılır. Yəni Türk dünyası Çindən ta bugünkü Rusiyanın Sibirisinə qədər, oradan da ta Avropanın göbəyi Viyana qədər hamı bu dildə yazır, danışır. Türk dünyasının ilgisi var bir-biri ilə düşüncə olaraq, yazı olaraq, anlayış olaraq. Bir-birini anlayırlar. Amma biz qırıldıq. Yəni o zamandan ki torpaqlarımız işğal oldu, beynimiz işğal oldu, əlifbamız dəyişdi, ləhcələrin üstünə gəldik, yazılarımızı, məsələn deyək ki, Qəzzaqistanda nə yazsalar, deyək danışmaqlar fərqi var, yəni onu qəbul eləyək, ləhcələr fərqi var. Amma nə yazsalar Türkiyədə oxuyanmır. Türkiyədəkin Qırğızistanda oxuyanmır. Türkmənistanın biz güneydə ya quzeydə Azərbaycanlılar oxuyanmırıq. Uyğuristan heç birisini oxuya bilmir. Yəni heç birimizi oxuya bilmirik. Nədəndir? Çünki o gücü ki bizi eləyibdir, ortaq dilimizi, ədəbiyyatımızı əvvəl əlimizdən alıbdır. İndi biz istəyək təzəşdən danışaq, hamımız ya gərək edək Latin əlifbasına, yəni hamımız savadsızlaşaq bir gecədə, ya da hamımız gələk Ərəb-Türk əlifbasına, yenə də hamımız savadsızlaşmalıyıq. Yəni, xətti dəyişdirmək deyil. Yazını dəyişdirmək, yazı fəqət deyil. Çünki yazı, öncəki yazı, niyə biz indi məsələn əski yazıları oxuya bilmirik? Xaricəlilər gərək bizim üçün oxuyalar. Ki, onlar da qətiən öz mənfəətləri üçün oxurlar, özləri yaratdığı düşüncəni oxurlar. Çünki onlar hər nə mənə oxuyublar, qətiən yalan oxuyublar. Yəni, bunu inanın. Çünki heç birisinin o kitabları ki, onlar yazıblar, bizim, məsələn, deyək ki, farsların tarixi haqqında, Kuruş haqqında, nə bilim, filan haqqında yazıblar, heç birisi doğru deyil. Onları yazanların heç birisi dil sahəsində təxəssüsləri olmuyor. Hamısı ya siyasi imişlər, yəni məsələn səfir imişlər, nə bilim, ya ordu adamları imişlər, yəni yenə də siyasi amac üçün xidmət edirmişlər, ya da ki, casus olmuşlar. Vəssalam. Yəni bu üç qış gəliblər Orta Doğuda özəlliklə türklərə və müsəlmanlara, ərəblər də onların içində tarix yazıblar. Onlara kətibə yazıblar, ya kətibələri onlara oxuyublar. Niyə biz o kətibələri oxuya bilməmişik, ya oxuya bilmirik, ya Misirdə, ya filan yerdə oxuya bilmirlər? Çünki əlifba deyişəndə insanın düşüncəsi də dəyişir. İnsan tazaşdan doğulur. Hər əlifba bir doğuşdur. Keçəcəkdən qırılış yeni bir yaradışdır. Çünki siz bu əlifba ilə uşaqlar eləyə bilmirlər keçənki kitablar oxuyalar. Yəni, deyək ki, bizim nəsillərimiz neçə min ildir burada yazılar yazıblar. Niyə biz məsələn körpüdə köhüldə nəqqaşı çəkilibdir, daş üstündə nəqqaşı çəkilib, onu oxuyamırıq. Onu yazan, orada onu çəkən bir qavramları deyirdi. O bir xətt idi, bir yazı idi, bir qavramları, bir anlayışları, bir nağılı hikayə edirdi. Amma biz o nağılı bugün düşünəmirik. Mənim yadıma gəlir, biz Pəyam deyə dərsimiz var idi danışqahda. Döktür, Allah ölməzsə, Allah qalsa, Allah uzun ömür versin, saxlasın. Əgər ölmüşsə, Allah rəhmət eləsin. İndi adı da yadımdan elə indi çıxdı. Biz bunun məni-şinasisini çox adamlar bundan tanıyırlar. Acaba nədən yadımdan çıxdı adı? Bunun dərslərində bizə bir əks göstərirdi, yəni kitabda çap edilibdi. Deyir ki, burada bir mükəəb, dördgüşəli, bir, deyək ki, bir qutu kimi bir şey var bu təsvirdə, biz bilmirik bu nədir. Amma onu ki, orada düzə qoyublar, nəqqaş ediblər, onun bir anlamı var. Niyə biz bunu bilmirik? Çünki o bir xəttdir. Biz o xəttdən qırıldığımız üçün o xətti daha oxuyanmırıq. Biz, məncə indi, mən buradan biraz oxudum bu kitabdan. Gedim biraz da sonrasından oxuyayım. Məsnəvi burada deyir. Məsnəvi deyə bir şey yazıb. Görüm nə cür yazıb deyir. Ey bulənd əxtəri, sipehri şərəf,
Vey giramidir xujəstə sədəf, randədir qəlzəmi vizarət fələk, qəlzəmi vizarət fələk, çar fərmayi səd nizamül mülük, نیست در زیر چرخ چون تو وزیر شرف روزگار بندی امیر bu yanqılıq bədihə əbyati kub barınqaşlıq və təsvir fənnida ölcəyi isə irdi kim kitabxanədə bulğan səraməd ustadlar rəqəm qıldıqları nimələri ol padişahi islahiğə yetgür masalar itmamiğə şuru qıla almaz irdülar. Baxın, bu biliyoruz ki, Cığatay şeydir, amma ədəbi diliymiş. Türklərin ortaq ədəbi diliymiş, ortaq düşüncə diliymiş. Yəni, Osmanlıda da görürük, bu işlənir. Yəni, oxunur və işlənir. Qəzzaqlarda da görürük, bu var, Uyğurlarda görürük. Azərbaycanda mən deyilmə yoxdur, bəli, bu Azərbaycandır. Əslində demək olar ki, Türkəmən dilidir bu. O şey ki, bu günləri Türkəmən dili deyirik, budur. Və Təbriz, Azərbaycan 500 il bundan qabaq bu dillə danışırmış. Yəni, Kəsrəvi kimi insanların qarşısına gəlib bu kitabı qoyuymuşlar ki, Kəsrəvi, bu zaman bu dil, sən dediğin tarixdə bu dil ilə Təbrizdə yazılır, Azərbaycanda yazılır, danışılır. Yəni, ortaq yazıdan danışmaq. Yəni, Kəsrəvi gedib ki, Türkçə kitab tapmayıb oxusun. Ya getməyibdir. Çünki məmuriyyət o deyil. Kəsrəvi iş axtarır, pəhləviçilərdən iş istir, ingilislərdən iş istir, sifarətdə işləyir, ora burada ədliyyə rəisi elirlər filan. Niyə? Sən bir şey yazacaqsan türklüğün ziddinə. Bunun haqqında Günas TV-də işlərsən, demişəm ki, nəcür olur, insanlar bu vəziyyətə düşürlər, ölüm qorxusu. Onlar ki, hakimiyyətə yaxındılar, məsələn, Qacarlar o dövrdə hamısı ya ölümə gələ təslim olurdu, ya da Qacarın əleyhinə bir şeylər deyib özlərin pəhləvi farslara və ingilislərə vəfadar göstərirdilər. Onun üçün bir çox yalanların çoxu Qacarlardan, Qacar nəslindən gələnlərdən yayılıbdır. Məsələn, onlardan biri Müsəddiqdir, Müsəddiq Səltənət. Hər halda, bu kitab çox önəmlidir. Bəhanə elədim ki, bu kitabın haqqında deyim ki, bu bizim 500 il öncəki vəziyyətimizdir. Şərh-ül Fususil Hikəm bir ayrı kitabdır. Bunu açaq. Adlar görürsünüz, ərəbcədir. Çünki elmi dil ərəbcədir. Və qavramların çoxu ərəbcədir. Onun üçün də adları yazanda ərəbcə yazılır, amma içəriliyi türkcədir. Kitabın kiçildaq bu kitabı ki, bu günləri oxuyacaq. Bunun tamam. Bu kitabı əvvəl kağızına baxaq, görürük bunun kağızı necə saxlayıblar. Kitabın adı Şərhi Əl-Fususi Əl-Hikəm. Şərhidir, özü deyil. Fususil Hikəmin özü deyil, şərhidir. 554 səhifədə yazılmış bir kitabdır. Cildinin əksini görmürük, cildə açıblar, görürük kitabın ortası, yəni iki yer ki, bir-birini yapışır, adına Şirazə deyirlər. Ora cırılıbdır. Calibdir, kitabın qeydərik, buradan oxuyarıq. Baxırıq, görürük kitabın dövrələri qərəlibdir, işlənibdir. Burada da möhür görürük, yazıları görürük. Səfənin əvvəlində kitaba ilgi deyil. Bunları kitab sahibləri, zadları yazıblar. Amma bunlarda tarixlər, zadlar görmək olar. Kitab buradan başlanır. Əslində PDF-in 3-cü səhifəsində. Bu 3-cü səhifəyə gələndə görürük ki, yəni buradan görürük ki, kitab PDF-in hər səhifəsində kitabın 2 səhifəsi ilə əksini qoyublar. Yəni bu kitabın Salam aleyküm əzizim, xoş gördük, yaxşısınız.
Yəni bu kitabın adı nə mən oldu? Adı Şərhül Fusus Əl-Hikəm. Bunun yazarın indi baxarıq. Səhifə sayı 544 555 üzrə 554 2-yə çarpacağıq. Olar 1108. Səhifəlik bir kitabla qarşı-qarşıyayıq. İndi 3-cü səhifədə Bismillah deyə başlayır. Sətirlər çox bir-birinə yaxın. Kəlmələr bir-birinin qarnına, sözlər bir-birinin qarnına girmiş. Amma çox sadə yazılmış. O qədər sadə ki, mənim kimi savadsız bir insan eləyə bilər bunu oxusun. Anlaşmağı fərqli ola bilər. Çünki təxəssüsü bir kitab olsa, ki bu bəllidir təxəssüsü kitabdır. Çünki Fusus Əl-Hikəm özü bir kitabımış. O qədər çətin imiş ki, yazarlar, düşünürlər, gəliblər bunu şərh eləyiblər ki, insanlar düşünə bilsinlər. Onun üçün bu kitab bu qədər. İndi buna görə biz baxaq görək. Gəlirik o birisi səhifələrdə görürük ki, qırmızı xəttinəndə bir şeylər yazıblar. O da bunu göstərir ki, qabaqdakı mətləb qurtarıbdır, sonki mətləb başlanacaqdır. Bunların arasında ilgi yoxdur. Ya da ki, bu qırmızı yazılan çox önəmlidir. Ya da bəzi kəlmənin başının üstündə xətt çəkibdir. Qırmızı xətt ya qara xətt çəkibdir ki, o da deyir, bu yenə önəmli kəlmədir. Kitab bununla belə ki, şey olubdur, yəni bəzən görünür ki, şirazəsi cırılıbdır, amma çox da xəsarət görməyibdir. Qırağında qıraq yazını görürük. Bəzi səhifələrdə oxuyanlar qıraq yazı yazıblar, ya da ki, elə bu kitabı yazanlar yazıblar. Çünki xətt qıraq yazıda aynı iç yazı kimi çox, hətta ondan da bəzən gözəl yazılıbdır. Bu bunu deyir ki, yəni kitab yazanlar bunu yazıblar, ya da o nüsxəçi yazıbdır. Bilmirəm nədir. Hər halda kitab dövrəsinə heç bir çarçıvə çəkməyiblər, amma sətirlərin əvvəli hamısı bir xəttdə, qutarışı bir xəttdə. Əlbəttə, biraz o üz-büyüz bəzi yerdə görsənir. Elə indi burada baxdım, onu deyə gördüm ki, bütürdür. Şeirləri yazanda misrələrin arasında bir adcacan da olsa ağ yer qoyublar. Qıraq yazıları çoxdur bəzi yerdə, çox da şuluq yazıblar, yəni girib bir-birinin qarnına. Kitabı hamısı elə belə olduğu üçün, fəqət beləsi biraz sürətlə gedirəm ki, əcəba bu bir kitabdır, yoxsa bir neçə kitabdan ibarətdir, onu görək. Amma diqqət eləmədim ki, görün bunun dili türkcədir, yoxsa başqa bir, bəli, türkcədir. Tamam. Kitab dili də türkcədir, amma içində ərəb kəlmələri görürük var, yəni qırmızıca yazdıqlarına görə Quran ayəsindən, hədisdən bu cür bir şeyləri görürük, yazıblar. Mən biraz sürətlə bunu dolandırıram ki, görürüm bir kitabdır, yoxsa bir kitabın içində neçə kitab ola bilər. Bunu dəfələrcə görmüşük ki, bəzən əl yazma kitablar bir kitab kimi görünsə də, içində bir neçə risalə ya kitab var. Bunun buracan gəlmişik 250-ci səhifəyə, hələ feylən bir şey görməmişik. Aynı mətləb davam edir. Ehtimalə elə Fusus Əl-Hikəmin şərhi olduğu üçün hamısı bir kitab olacaqdır. Bu bölümlərdə daha çox. Kitab ərəbcə, Fusus Əl-Hikəm ərəbcə yazılıbdır. Bu qırmızıların bir çoxu o ərəbcənin yazıb, onu təşrih eləməkdir. Yəni kitabın o Fusus Əl-Hikəmin cümlələrini yazır, sonra türkcə onları təşrih edir, çoxaldır. Yəni təşrih eləmək, yəni açıqlamaq, onun düyünün açmaq və düyünsüz şəkildə onu göstərmək. Yəni rahatca onu anlaya bilsin insanlar deyə gedir qabağa. Təqribən kitabın son səhifələrinə yetişdik. Əlbəttə sonunda səhifəsi deyilmiş, 400, mən 80-ə yetişmişəm.
555-ci səhifədir. Kitabdır bir. Kitabın sonu bunlarda olacaqdır. Burada bir şeirlə qurtarır. Ehtimalən burada sahib Hacı Məhəmizadə Məzzilli bəy belə bir adı var. Zahirən bu kitabın alanın adıdır. Bunu mən qeydib burada oxuyaram. Burada bu 152-ci səhifədə elə bir kitab tutulubdur, amma bu birisi tərəfdə, yəni burada yaz 551-ci kitabın özündə 551-ci səhifədə əz müəllifat-i qudvetil uləma el-mühəqqiqin üsvetil üzəma el-müdəqqiqin əfzəlil mütəqəddimin vəl-mütəəxxirin cəlalil milləti vəd-din əd-dəvani sümmə-şirazi rəhmətullah aleyh. Dəvani adında bir şəxsin yazılarındandır deyir bu. Bismillahirrahmanirrahim. Burada onun haqqında Dəvani ki, sonra Şirazi adında məruf olubdur. Əvvəl Dəvani imiş, sonra Şirazi olubdur. Dəvani də səhv eləməsəm Türk torpaqlarından biridir. Azərbaycan torpaqlarında olur, amma əski Azərbaycan. Və kitab 54-də də qutardı və cildini də salmadı. Görək nədir? Qeydaq kitabın əvvəlinə ən başdan görək ki, burada nələr yazıblar. Kitab əvvəldə cildi açıbdır. Görük fit təsəvvüf. Qiymət 45. Nəymiş o qiymət? O zaman 45 lirimiş. Nəymiş o? Rüblüdür. Nədir? Belə bir şey görsən, amma yoxsa şərh-i fusus biri. Üstdə bir şeylər yazıbdır. Amma əksi götürəndə elə götürüblər ki, ora naqis düşübdür. Şərh-i fusus Li'abdi Əfəndi Əl-Busnevi Bixəttihi. Bu kitabı yazan Əbdi Əfəndidir. Şərh-i fusus Li'abdi Əfəndi, Əbdi Əfəndi Əl-Busnevi. Yəni, nüsxəçi deyəcək buna, ya şarih. Şarih deyəcək. Şarih kimdir? Əbdi Əfəndi Busnevi. Əbdi Busnevi Əfəndi deyəcək də, Əl-Busnevi, Əl-Busnevi, Bosniyalıdır. Bixəttihi, yəni onun özünün əl yazmasıdır. Bu, burada yaxçı bir ittilaat bu haqda veribdir. O birisi səhifədə Yəcvə əl-Sufi ən yətdübə şeyxən arifən kamilən mə'muna musifən bitərbiyyətil muridinə müteşərrifən بمتابعة النبي صلى الله عليه وسلم ليفيز الحق سبحانه عليه وإرادة ربانية في سورة المتابعة فإن أكثر الطالبين إنما يلكو في هذا bunu kamil oxuya bilmirəm nədir? Fi hazal mənzili bəl həlakun yəhliku. Yəhliku pəs olacaqdır, çünki həlak sözü gəldi. İnnəmə yəhliku fi hazal mənzili bəl həlakun umumin nas. Bəl hələkə ya həlakun umumin nasi kanə bil iktidai bil aimməti zallətil muzilləti qalallahu Teala. Tamam, burada bir şeylər yazıbdır ki, murid yerə filan bir cür şeyxidən geçsin ki, o kamildir, arifdir, mömindir, musib bir tərbiyədir, müridlərinin tərbiyəsinə iqdam edir. Deyir ki, belə olmasa insanları da şey yaparar. Min fəvaihil müskiyyə fil qəvaihil məkkiyyə. Ehtimalə bu bir kitabda yazılıbdır. Fəvaihil Məkkiyyə fi qəvaihil Məkkiyyə ehtimalən ya miskiyyə fil qəvaihil Məkkiyyə. O kitabda belə bir şey yazılıbdır. Onu burada götürübdür. Kitab oxuyan özü yazıb. Yəni bir ayrı kitabda not götürüb buna yazıbdır. Bu birisi səhifəyə gəlirik. Əş-Şeyxul Əkbər Muhyiddin el-Arabi vulidə bi qəryəti Mərsiyyə fi nəvahil Əndülüs fi biladil Məğribi fi şuhuri səni 560. 560-cı hicrətdən sonra Muhyiddin Ərəbi Əndülüsdə bir kətdə, bir qəryətin Mərsiyyə, Mursiyə, Mürsi adında bir kətdə
doğulubdur. Əsbəllahu əleyhin ni'mətə əy ətəmha. Əsbəllahu məna edir ki, əsbəllah nə mənadır? Allah ona nemətin kamil yetirsin. İza fuhiməl məani fəla müşahətə ilə əy la münazəətə fil əlfaz. Deyir ki, o zaman ki məani, burada bir dərs oxurmuş ehtimalən, bir cümlə deyiblər, onu anlamaq üçün yazıbdır, özünün yadında qalsan, yazıbdır ki, İzafə hüməl məani, o zaman ki sözlərin mənası, anlamı anlaşıldı. Fəla müşahətə. Müşahət nə mənə deməkdir? Onun özü deyib ki, ey la münaziətə fil əlfaz. Onda münaziə, bəhs eləmək, çəkiş-bəkiş yoxdur sözlərin üstündə. Sözcüğün üstündə bəhsi olmaz. Çünki məna anladı, söz şey oldu. İstir deyək ki, söz qabıqdır, onun içində olan mənadır. O içi anladın, qabıqla işin olmaz. Əlbəttə, burada mən beləsi düşünmürəm da. Yəni, biz qabıqla əslində mənanı düşünürük. Mənanı bükürük, qabığa ötürürük eşiyə. O qabıq olmasa biz mənanı düşünə bilmərik. Qabığı da düz işlətməsən, yenə də məna düz verməz. Çünki məsələn deyək ki, mən istəyirəm deyəm ki, gedirəm, qar süpürəm, qar qarırır, indi 1 metrə yaxın qarımız var. Keçən 60 ilin ən çox qarı Torontoda qarlayıbdı. İndi də qarılır, çox ağır bir qar var. Məsələn, istəyirəm deyəm ki, gedirəm, qarı götürəm. Bu sözlərin hərəsi gedirəm, qarı, məsələn, çürüyən. İndi bunun yerinə məsələn deyəm ki, gedirəm, qarı yiyəm. Əslən, hangi anlamda deyirəm? O da olar, yəni, amma acaba çürümək anlamını verir? Yox, vermir. İndi deyirəm ki, gedirəm, qarı minəm. Anlamı olmaz. Çünki sözün qabıq önəmlidir. Qabığı doğru işlətməsək, mənanı doğru yetirə bilmərik. Məna bizim zehnimizdədir, onu qabığa bükürük, veririk insanlar, ondan aynı biz düşündüyümüz kimi düşünərlər. Əgər qabıq o mənanı bizim zehnimizdə yetirməsə ora, o şey eləməz. Hər halda burada cərbə surət-i Adəmi yeksan budi, Əhməd və Bu Cəhl xud yeksan budi. Deyir, Adəmlərin necə zahirdə görüşləri də bir olsaydı, onda da Əhməd ilə də Əbu Cəhl də bir olurdu. Əhməd Həzrət Muhammədin adıdır. Tamam, burada yenə görürük ki, belə bir şeylər yazıblar. Kitaba dəlili yoxdur. Amma burada Vaqifin ya kitab sahibinin Vaqifin mührü var. İnnə la yəxrucu min xəzanəti Yaşar Paşa rəhmətullah Teala beşərti üstdən oxunacaqdır. Vəqəfə mimma əl-vəziru şəhid Ali Paşa. Mimma اوقف احتفال مما اوقف الوزیر الشهید علی پاشا رحمت الله تعالی به شرط ان لا یخرج من خزانته. Ali Paşa vəqf eləyibdi bu şərtinlə ki, vəzir, şəhid demiş özdə. Bu xəzanədən, yəni kitabxanadan eşiyə çıxmasın. Kitabın adı budur. Bu harada saxlanır? Ehtimalən Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Gedək Bismillahirrahmanirrahim deyə görək ki, bu kitab qonusu nədir, kim yazıbdır, necə yazıbdır, biraz da kiçik eləyək, çox da yekə olmasın ki, eləyə bilək, kitabı oxuya bilək. Bismillahirrahmanirrahim. Və kəllə nəqussu əleyke, ya və kullən nəqussu əleyke min ənbai rusuli ma nəsəb nübəssit bihi fuadike və caəkə fi hazihil, ehtimalən nüsəbbit olacaqdır. Min ənbiya'i rusuli ma nüsəbbitə bihi fuadike və caə fi hazihil haqqi və mu'izəti və zikra lil-mu'minin. Və qul lillezine la yu'minun a'malu ala makanatikum inna amilun və entezuru inna muntezirun. Laqad kana fi qisasihim ibratan li ulil albab ma kana hadisan yaftari velakin tasdiqul lezi beyne yedeyhi ve tefsilu kulli şeyin
و هدى و رحمة لقوم یؤمنون. اولی فاتح خزائن جود و کرم. اول فاتحi şeir ihtimalen olsun ya da şeyler metninde bir cüsücedir. Bilmirəm. Ol fatihi xəzaini cudu kərəm və munzili alai ulumi vəl hikəm olan zat-ı uluhiyyət və həzrət əhədiyyət lisan-ı qurb fəraiz ilə həmd olsun ki rədqu cəm'i zatidə mündəmih ya mündəmicə və məktumə və qeybi hüviyyətdə xətm əhədiyyət ilə məxtumə olan hurufi şuuni qeybiyyə və kələmat-i həqaiq əyan elmiyyə yi مراتب غیبیده فیضی اقدستن وارد olan تجلیات ذاتیه و انفاس رحمانیه ile فتق و فک edip nefsi rahmani ile a'yan gaybiyenin iktiraninden merkebe olan ya mürekkep olan kelimelün gulubi kemmelün gulubi xavatimini zat و sıfatı nüguşi için nusus eyledi ve sübuti ilmide haqaiq ma'lumenin ve ayan ma'lumenin iktizai zatleri üzere nefs rahmaniyi taksis ve hasisi tecelliyatiden her bir hakikate bir hakkı muayyeneyi taksis edip her eyni sabitenin istidadi gayr mec'uli gametine feyz akdem soubini paltar maksus eyledi maksus bilmirəm yani maksus indi bunu yazın qəs sözündendir ne deməkdir Məsud qəs sözündən olacaq, amma nə deməkdir? Deyir ki, qeydlənibdir, kiçiklənibdir. Onu düşünmüşdüm əslində. Məxsus elədi və şuhud-u işhad-ı külli üçün hübbi zatinin müqtezası üzrə a'yan-ı koniyyə və qəbabil-i vücudiyyənin hər birisi elmi ilahi və sübut-i eynidə mütəəyyinə olan surəti və sabitə olan həqiqətin istidadi və qabiliyyəti üzrə zahir olub u'tiyə kulli şeyin xəlqəhu sümmə hüda məzmuni üzrə qədri məlum və həddi mərsum üzrə hər birisinə təcəlli vücudi və feyz cudi i'ta edib məzhər ətaə غیر مجزوز و موردی نصیب غیر منصوص eylədi. Mənsus nəss olmuş, deyilmişdi. O ki dedik qabıq, onun qabığı düz olan söz. Mənsus eylədi və mühtəda zəvaqi ana akabir və mühtəda zəvaqi و mühtedi azvaqi akabir enbiya olan həqiqəti Muhammediyyə və vilayət ilahiyyə cəmiyyenin meratibinden hər bir mərtəbəyə məxsus olan ulumu hikəmin zübdü netayicin xavatimi kiləm-i enbiya ilə izhar edib hər bir nəbiyyi hikəm-i ilahiyyədən bir hikmət-i xətmiyyə məxsus eylədi və xətminə bir hikmətin xətmiyyətinə məxsus eylədi və xəvatim-i xulafai həfəzəyi ya hifz-i xəzanə-i aləm və yanabi cəmi mənbədir qaynaqlar
ve yenabi feyzi akdes ve akdem edüb gıybi huviyete, bunu kamil okuyamıyorum ki bu huviyette müstecenne olan müstecenne acaba gizli mənasındadır? Müstecenne deyir ki, bəzən müstecən də oxunur, yəni zişt, qəbih, napəsənd. Hüviyyətdə müstecən olan cəmali kəmalini və kəmali cəmalini onların vücudi mərayasında məraya aynalar. İzhar edib cəmiyyətə ilahiyyəsinə, cəmiyyətə ilahiyyəsinə xüsus xəsisə olan surətün məzhəriyyətində sübut və qiyamda anları bünyan mərsus eylədi. Bunyan mərsus bir ayədən bir tərkibdir, götürdü. Və ümumən xülasəyi əhli xüsus olan xutumi küməli və kəməli xutumi məzahirindən hər birisini həlavət isticlai külli və şuhudi və işhadi cəm'i və təcəlli əhədiyyi zatiyyəyə məxsus edib onların vücudatını kəndi zati əhədiyyətinə bərahin və şuhud və dəlail nusus eylədi və Həzrət Uluhiyyətdən səlavatu və səlamı ol seyyidi vələdi Adəm və əmri vücudə Adəm və əmri vücudə müftahu xatəm ol ünsuri əzəm və nuri qidəm və məzhəri əkməli və ətəm və məclayi əşməli və əhkəm xazini xəzaini həzəraتی cud و کرم و ممیدی حقایق و ارواح اربابی همم olan seyyidimiz ve senedimiz Muhammedi sallallahu Muhammedehu feil işlədi bu adın. Hazreti Muhammedin adını feilə çeviribdi. Deyib ki, senedimiz Muhammedehu sallallahu aleyhi ve selleme ve asli olsun, vasil olsun ki əmr risalət anın vücudi xətmi ilə məxtum və nübüvvətdə xətmiyyətə məxsus anın ismi əzəmi ilə mərsum olub. Xutumi kiləm beynində münəssi zuhuridə məzhəri nə mənə orada oxunmur. Axırda çox dəndəsi də olsa bəlli də nədir. Məzhəriyyətdə ehtimalən belə soxulur. Məzhəriyyətdə əkməliyyəti ilə ani mənsus eylədi və daxi al və əshab əhliyyəqin və awliya və əshab təmkin huzurinə mütəvasil olsun ki, onlardan hər birisinin qəlbini, burada bir kəlmə yazılıbdır, üstün siliblər. Siliblər, qaşıyıblər əslində bir şeylə, kamildir qaşınmayıb, kitabın kağızı bəllidir, yəni əldə çəksə adam şəbəlində olsa bəllidir ki, bunu qazıblar, hər halda kitabı qazıblar ki, o kəlmə oxunmasın. Birisinin qəlbi ənzələ minəs-səmai ma'ən və fəsəalət udihi bi qədriha fəhvası üzərə anın istedad xası üzərə Hazreti İlahiyyi Ulviyyədən anın həqiqəti və müstənədi olan ismin Hazretindən nazil və faiz olan feyz rəhmani və təcəlli Rabbaniyə mücri və mücla edib müqtədai əhl-i xüsus eylədi. Amma bəd, buracan müqəddəmə idi. İslama görə, Allaha görə bunları danışdı. 2 səfədir, amma vaqiyyətdə bu 4-5 səfədən çoxdur. Yəni 4 səfədən çoxdur. Bir-birinin dibində çox yazıbdır. Amma oxumalıdır. Yəni bir kəlməni oxuya bilmədim düzün axtarsınız ya da 2 kəlməni, amma
Üst-üstə yəni yaxçıdır, yaxçı yazılıbdır. Üst-üstə mənasını da kamilən düşündüm. Yəni içində bir-iki dənə kəlmə var idi ki, bilmədim, onu da soruşdum. Qalanlarını düşündüm, şeir nə deməkdir. Amma bə'd, indi burada müqəddəmə qurtardı, görək nə bilir. Qəlbi səlim və təb'i müstəqim, bunu böyük yoğun qələmlə yekə yazıbdır ki, bəllidir bu kitabdan götürübdür. Bunu eləyəcək, açıqlayacaqdır. Qalb-i səlim və təb'i müstəqim, əshabi olan ixvan şöylə məlum olsun ki, ixvanə şöylə məlum olsun ki, vəqt hakim Allah Sübhanə və Teala qeyb zatisi və itlaq əhədiyyəsi həsəbilə əsma və sifat və şüun və izafati kesrətdən münəzzəh olub. Allah deyir ki, hər şeydən paşdır. Yəni onu orada cəmi əsma ilahiyyə və sifat rəbbaniyə anın əhədiyyət zatiyyəsində müstəhləkə olduysa, pəs güftü küntü kənzən məxfiyyən fə əhbəbtu ən u'rifə muxtəlifül xəlqi la ərəfə. Burada ərəbcə görürsünüz yazıbdır. Bir hədisə işarə edir. Nə bilim, beləsi deyir ki, yəni bu ayə deyil məncə, amma bəlkə də ayə də olsa mənim xəbərim yoxdur. O şey eləmirəm. Deyir ki, küntü kənzən, Allah öz-özünə deyir ki, mən bir gənc idim. Məxfiyyən, gizli və əhbəbtu ən u'rifə. Çox sevdim ki, tanınım. Fə xələqtul xəlqə. Ondan dolayı da xəlqiləri, canlıları yaratdım. Li o orifə, ta məni tanısınlar. Bunun üzərinə, məfhumi üzərə qeybi hüviyyətdə müstəcənn olan kəmalının surəti, orada dedik ki, müstəcən yəni pis, amma o deyil. Müstəhcən pisdir. Bu müstəcən örtülü, üst örtülü anlamındadır. Cin sözündəndir, cənin sözündəndir, üst örtülü. Anlayışı çox da doğru olmayan bir şey. Qeybi hüviyyətdə yəni bu ayət, bu hədis ki oxuduq, onun məfhumi üzərə qeybi hüviyyətdə müstəcən olan kəmalının surəti ilə zuhur edib məruf olmağı üçün hüccəti zatiyyəsi mənbəisi oldu. Pəs dilədi olacaqdır. Pəs dilədi ki, zatində müstəhlikə olan, zatində müstəhlikə, müstəhlikə həlak sözündəndir. Həlak sözü yırtılmaq, aradan getmək anlamındadır. Məsələn, maşının təyəri zaman içində yavaş-yavaş yırtılır, aradan gedir. Buna deyil müstəhlik. Ya məsələn, bir dənə ağac, yekə ağac sınır, düşür yerə, zaman içində əriyir, gedir, çürüyür, gedir, müstəhlək olur. Həlak sözündəndir. Deyir ki, tamam, bunun qabaqcanda üçün demişik, burada fəqət isə müstəhləkəni deyəm. Deyir, tamami o şeylər ki vardır dünyada, bunlar Allahda müstəhləkdir. Allahın içində həll olublar, həlak olublar. Allah bunları yaradır, o həlaklıqdan çıxadır. Çünki onlar Allahın, mən bunu düşünürdüm bir ayrı cələsədə, dedim ki, təcəlli zat nə deməkdir? Gəldim, misal vurdum ki, məsələn, sinemada ya televizyonda, serialda bir film oynayırlar. Biz onun özünü görmürük, onu salırlar televizyonun təcəllisini görürük. Amma sonra diqqət edirdim, gördüm ki, bu doğru misal deyil. Təcəlli nə deməkdir? Cəla sözündəndir. Cəla nə deməkdir? Bir şey ki, işıq verir, ya işıqlı görsən, ona deyirik cəla. O işığına deyirik cəla. Yəni, o işığı saçdığı üçün deyirik o cəladır. Cəla, hətta bir dənə rəng var, adı cəlalıdır. Çünki işıq düşür üstünə, onun işığı qeydir, ona deyirlər cəla. İndi, cəla dünyada ən böyük cəla nədir? Ən böyük cəla gündür. Zahirən bir dənə bir yumru bir şeydir. Amma ondan işıq ondan gəlir. Və tamam dünya ondan işıqlanır. Allahı da belə bir şeyə bənzətiblər. Deyiblər ki, Allah da təcəlli elir. Yəni, Allah mənbəi
nurdur, mənbəyi yaranışdır. Bu nurlar, bu yaranışlar, bu hər şey ki vardır, Allahdan sati olan təcəlli elədikləridir. Qəşəng bir düşüncədir. Bu insaniyyətə çox böyük təsiri vardır. Hətta heyvanlar dünyasına da çox böyük təsiri var. Əgər bunu anlasaq ki, hər şey Allahın təcəllisidir və təcəllisinə Allahın hörmət qoymaq lazımdır, onda insanlar bir-birləri ilə savaşmazlar, onda din savaşı olmaz, onda heç savaş olmaz. Amma bu şərtlə ki, hamı insanlar bərabər inanalar ki, hamımız və hər şey Allahın təcəllisidir. Onda nə yeyəcəyik, ona mən daimən fikirləşirəm ki, onda biz nə yeyəcəyik? Məsələn, biz səbzi yeyirik, meyvə yeyirik, ət yeyirik, bunlar hamısı Allahın təcəllisidir. Bir təcəllidən bir ayrı təcəlliyə keçir əslində. Yəni bizim nəzərimizdə pis gələ bilər, amma təcəlli dəyişir. Amma məsələ budur ki, biz bir dənə heyvanı öldürürük, onun ya bir dənə ağacı kəsirik, onun ömrün düzdür, o da təcəllidir, təcəllidən təcəlliyə keçəcəkdir. Amma hər halda biz onu dəyişdiririk da, yəni öz qalmağımız üçün. Orası biraz suallıq yeridir. Pəs dilədi ki, zatində müstəhlək olan əsmanın, süvərin və əsmanın qüvvətində olan onların əhkam və asarın müzahiri xəlqiyyədə izhar eyləyə. Məzahiri xəlqiyyədə, xəlqiyyə xilqətdə, məzahiri xəlqiyyədə izhar edə. Burada görürük ki, izhar iki cürdür. Bir izhar vardır, bu ki, mən danışıram, bir izhar edirəm. Bir də var ki, bir iş görürəm, bir yaradıcılıq edirəm, o yaradıcılıqla öz gücümü göstərirəm. Burada ondan danışır ki, Allah hər şey dedi, tamam əsma və sifat. 1.90 pəs dilədi ki, zatində müstəhlək olan əsmanın, süvərin, o adların, surətləri, eşikdə görünənlərin və əsmanın qüvvətində olan anların, əhkamın, o əsmanın qüvvətində, məsələn, adamın nə iş görə bilər? Torpağın işi nədir? Ağacın işi, dənənin işi nədir? Toxumun işi nədir? Bunların qüvvəsində bir şeylər var. Almanın dənəsində yekəlib bir böyük ağac olub, ya tutun dənəsində, o çıqqılı dənədə ki, mikroskopla az qalacaq adam, bax o sarı dənəni görsün. O dənədə bir qüvvət var. O qüvvət nədir? O qüvvət budur ki, şəraiti müsaiddə, ab-ı hava müsaid olsa, hər şey müsaid olsa, bu su, nur, işıq, günüz, hər şey doğru olsa, bu yekələr bir böyük tut ağacı olar ki, ömür boyu milyardlar toxum yarada bilər. Ki, hər toxum özü eləyə bilər milyardlar ağaca çevirirsin. Yəni, bu, onun içində olan qüvvətdir da. Qüvvət dediği budur. Qüvvətində olan onların əhkam-ı asarın, asarından danışır da. Biz kimi vaqiyyət İslamda iddia eləməyiblər. Filsuflar da iddia eləməyiblər. Bir şeyin mahiyyətin bilirlər. Amma mahiyyətə görə fikir ürətiblər. Amma mahiyyətin özü nədir? Onu bilmirlər. Danışmırlar mahiyyət. Əhkam-ı asarından məzahiri xəlqiyyədə izhar eyləyə. Pəs məzahiri təfsiliyyə, təfsiliyyə bu iki dedim da, məsələn bir ağac şəraiti olsa, o dənə bitsə filan. Pəs məzahiri təfsiliyyə surətinin cəm'i olan aləmi cəsədi müstəvi kimi xəlq eylədi. Və lakin aləmi cəm'iyyəti ilahiyyə surətinin qəbulinə qabil və zuhur və izhar külli anınla hasil olmaməği ilə anın ruhi olan adəmi surəti ilahiyyə üzrə xəlq eylədi. Pəs Adəm məzhər əsma ilahiyyə və məcmə-i sifat-ı rəbbaniyə olub. Yəni, burada çox əcib bir söz deyir. Deyir, Allahda hər nə sifat ki vardı, adamlarda da var. Çünki adamlar əvvələn Allahın təcəllisidirlər. İkinci, və nəfəxdə fihi min ruhi, Allahın ruhunu daşırlar. Pəs, Adəm məzhər əsma ilahiyyə və məcmə-i sifat-ı rəbbaniyə olub.
Cəla və isticla-i külli. Cəla dedik ki, ışıldamaq, isticla parıldamaq. Yəni biraz fərqi var. Cəla məsələn bir şeyin üstündə torpaq oturubdu, toz oturubdu, onu silirik, ona cəla veririk. İsticla, yəni bu ki, istir parıldasın, nur versin. O da o. Deyir ki, pəs Adəm məzhər əsma-i ilahiyyə və məcmə-i sifat-ı rəbbaniyə olub, cəla və isticla-i külli və şuhudi və işhad-i cümli və təfsili anınlə hasil oldu. Pəs Adəm əleyhissalam surət insanidə olan xutumun xətlər, əvvəl xətmi sözündən gəlir, bağışlayın, yəni xutumun əvvəli və nişətün ünsüriyyədə xətlərin, xutum xətmi sözündən gəlir, xətti yox, xətmi. Xətmi yəni payan, son. Xutumun əvvəli, o şeylər ki, qutarır, onun başlanğıcı. Və nişətün ünsüriyyədə, əvvəli və nişətün ünsüriyyədə ənbiyanın əqdəmi. Nişətün ünsürü, yəni ünsürilərin, ünsür maddələrin nəşəti, göyərtisi, o başlanğıç yerləri, dedi, o ənbiyanın əqdəmi olub. O ənbiyanın da ən başda gələni olub, Allah Teala nübüvvət-i zahirəyi əvvəla anda izhar elədi. Deyirlər ki, nübüvvət iki cürədir. Bir nübüvvət-i zahirədir, yəni adamlar gəlirlər, məsələn, peyğəmbərlər gəliblər, deyiblər ki, mən peyğəmbərəm, Allah tərəfindən gəlmişəm, bu zahirdir. Bir də nübüvvət-i xəfiyyə vardır, yəni gizli nübüvvət vardır. Yəni, mümkündür ki, məsələn deyək, adamların içində görürük bunlarda bir nübüvvətləri dolanırlar. Bir fikirləri, düşüncələri yaymağa çalışırlar. Məmulən biz insanlar da mənfəətimizə görə taza düşüncələrə getmərik. Çünki köhnə düşüncələrə yapışıb, aslanıb qalmaq orada əmniyyət yaradır bizə. Taza düşüncələrdə naəmnilik göründüyü üçün, faydası az olduğu üçün ya olmamadığı üçün ona getmərik. Riski çoxdur. Riski çoxdur. Ona görə ona getmərik. Məsələn, çox adamlar İrana yapışırlar. Niyə? Çünki onun ələm vardır da. Bunda da risk o qədər yoxdur. Amma indi bu iki dəx istiqlal alaq buna çox yaxın gəlmir bəziləri. Niyə? Çünki bilmirlər nə olacaq. Risk istəyir, orada savaşmaq istəyir, öldürmək istəyir, ölmək istəyir, zəhmət çəkmək istəyir, buna hazır olmaq istəyir, amma o insan ona hazır deyil. Pəs Adəm əleyhissalam surət insanidə olan xutumun əvvəli və nəşəti ünsüriyyədə ənbiyanın əqdəmi olub. Həzrəti Adəmdən danışır burada. Olub. Allah Teala nübüvvət-i zahirəyi əvvəla anda zahir eləyir, Həzrəti Adəmdə. Və həqiqətül həqaiq olan həqiqəti Mühəmmədiyyədən ana imdad elədi. Deyir ki, həqiqətin əsli də Həzrəti Məhəmməddir bəşəriyyətin içində. Bundan Həzrəti Məhəmməddən Həzrəti Adəmə bir mədəd verdi. Yəni, ona bir parçalar, pay verdi. Ana imdad elədi. İmdad yardım. Və bədühü oğladından kələmi ənbiyanın hər birisində əmri nübüvvəti ilə şəriətə məxsus zuhur etdi. Tamam, bunları bilirik. Şəriət sözünə haqqında mən həmişə bir kəlmə deyirəm. Şəriət dindən kənarda bir şeydir. Şəriətin dinə ilgisi yoxdur. Bu günləri İslam dünyasında şəriətin toplasaq, Qur'an, o şəriət olar bir uqyanus ki, mollalar yaradıblar. Qur'an olar bir dana damla onun içində ki, itibdir. Yəni, yoxdur. Və şəriətçilər Qur'anı da, Qur'andan danışmazlar əvvəla, çünki Qur'an onları batil elər, onların sehri batil olar. Onlar bir şəriət adına, din adına bir sehr elirlər camiədir, millətləri. Qur'an ortaya gəlsə, sehrləri batil olar mollalar. Çünki tamam bu minlər, milyonlar kitablar ki yazıblar və bunlar mollaların sözləridir, Qur'ana, İslama dəxli yoxdur, bunlar batil olmalıdır. Onun üçün
Şəriət İslam deyil, din deyil, mollalar deyil. Bu tarixdə hər toprağın, hər mənfəətinə, zərərinə, filan fərdi, toplumsal filan bunlara görə bir mollalar bir məsləhət veriblər. Özləri də buna görə ki, deyirlər, ağa bu şeyx deyiblər ki, əgər qələt məsləhət versə, qələt hökmü versə, bir savab aparacaqdır. Doğru şey versə, iki. Hardan bunu deyiblər? Özlərinin mənfəətləri üçün. Məsələn, fərz edin ki, siyasilər də bu cürdürlər, amma siyasilər laqal din adına hökm vermirlər. Bəduhu oğladından kəlimi ənbiyanın birisində əmri nübüvvəti ilə şəriətə məxsus zuhur etdi. Əvvəl nəhyi ilə anın ümməti üzərə hakim olan ismin rububiyyəti və ita etdiyi ətasi həsəbilə və nəbi ilə ümmətün istidadi həsəbilə pəs ənbiyadan hər birisi ki, hər birini əgər hükmi cəmii, əgərçə kim cəmi əsma-i ilahiyyənin məzhəridir və lakin anda olan zuhur anın həqiqəti və müstənədi olan ism-i ilahinin si dairəsi həsəbilədir. Tamam, devam edir. Bunu geçək, bəhsi gələk görürsə bir yerdən harada deyir ki, aha, burada bir şey deyir, buradan gələk şeyi. İstəyirəm kitabın haqqında danışsın. Deyir ki, kəmaliyyə və hami himayi zat əhədiyyə. İki gözlü hığla deyil, bilmirəm də deməkdir, amma bunu mən yazım. Himayi zati əhədiyyə. Görək burada nə çıxır? İstəyirəm cümlədə işlədim ki, görsün burada himayi nə deyə bilir bizə. Himayi zati əhədiyyə o tərkibi irfani kəlamiz və mənayəş çinin است. Hima hərim, məntiqi məmnu'i, mərzi hifazət şüdə. Tamam. Bizə də bu lazım idi. Deyir ki, himayi və hamiye himayi zat əhədiyyə olan Muhammed ibn Ali ibn Ərəbiyyə ki, Hatəmi və Tai və Əndülüsi və Məğribidir, radiyallahu anhu, Rəsul əleyhisselam xutumi kəməli ənbiyanın zovqi Muhammedi və məşrəbi cəmi əhədidə olan cəmi ulum və əzvaqlərini kitabi fususil hikəm surətindədir. Mübəşşirədə iradət edib nasə ixrac etməklə əmr etdi ta ki anın ümməti həqiqəti insaniyyəyə kəmaliyyə-i Muhammediyyəyə cəsəd kimi olan şəriət zahirinin kəmali ilə mütəhəqqiq olduqlarından sonra şəriətin sirri və nəbüvvətin batini olan vilayət-i mütləqi Muhammediyyə-i ilahiyyədən iqtibas ənvar mərifət edələr və onun ulum-u hikəmi ilə mütəhəqqiq olub zahir-ü batin və xəlq-u haqq-u cəm-u fərq-u kisrət-u vəhdət beynində bir zəxiyyə-i kübra və cəmiyyə-i uzma ilə zahir olarlar. Zəxiyyə nə deməkdir? Onu bilmədim. Ərəbcədir, zəxiyyə nə deməkdir? Zəxiyyə cəlib bir söz dedi, amma indi onu tapa bilsək, zəxiyyə nə deməkdir? Zəxiyyə اگر منظورت زخیه از عربی زخی باشد معنایش غرور، فخر، خود بزرگبینی، ناز و کبر. پس dedi ki anın ulum-u hikemi ile mütehakkik olup zahir-u batın-u halq-u hakk-u cem-u ferq-u kesret-u vahdet beyninde bir zəxiyyə-i kübra ve cem'iyyə-i uzma ile zahir olalar. Pəs ol əngay məğrib və məşriq şəmsi bədha və sirəbi varisi və sirəb
سربی وارث علوم نبوی شیخ محی الدین عربی رضی الله عنه وراثتی عامه و عبودیه کامله تامه سبیل امری سیده امتصالا به کتاب جلیل القدر عظیم الخطب یا همان خطاب یعنی عظیم الخطب و الامری حدی رسول üzere min gayri ziyade ve nuksan ihrac eyledi. İhrac eyleyen yazdı. İstir beləsiniz. Pəs vaxta ki bu kitab mənbə-i məqam Muhammedi və məşrəb zati və cəmi ahadidən varid olub ilmi batinində Resul aleyhisselamın zoğuni müştemil ve anda zikr olunan enbiyanın vilayetleri hasebiyle olan ezvaqleri usulüne ve kemalatleri xavatimine müşir ve şamil olduysa onların muhammim ve aşvaqleri aşvaqleri mütealliqatının netayic ve xülasesin ve kemalati. İstirdim görək ki burada bir şey deyir demədi. Bu bir yerde öz adını deməlidir, yazan deməlidir. Mən onu istirəm tapım. Və əzvaqlərinin xavatimin cami olduğu halidə. Pəs əgər kim aqli hissinin haddi qətində vaqif və fikr nəzərinin rəsmi qətində quvveyi nəzəriyyəsini sarif olub, calibdir. Aqli hissi və fikri nəzərinin kəlmələr çox önəmlidir. Əgərçi kim aqli hissinin haddi qətində vaqif və nəzəri və fikri nəzərinin rəsmi qətində quvve-i nəzəriyyəsini sarif olub, sərf eləyən ulum-i rəsmiyyə və etiqadat-i zənniyə ilə ulum-i yəqiniyyə və məarif-i ilahiyyədən mühtəcib hicablı olan ərbab əlfaz və huruf و ashab quşur و zurufdən onun haqqında məqalat-ı kəsirə sadirədir. Onun həqai mütləqi şərifəsi idrakindən onların fəhimləri qasir olduğundan özü və uquli müqəyyədi səxifiyyə və qulubi qasiyyə və kəsifiyyə ilə məşrəbi Muhammedi və xatti cəm'i vahididən muhtəcəb cenə hicablı və müstətər olduqlarından ötürü bəlkə şəqay əzəli və xuzlan əbədi asarinin zuhurindən ötürü və lakin bu kitab bi qeyri vəsaiti hafri Muhammediyyə Hazreti Muhammediyyə bi qeyri vəsaiti Hazreti Muhammediyyə və mərtəbi əhədiyyə cəmiyyə olan cəmiyyədən nazil olmaqla taifi اهل خصوصیدن ملوک و سلاطین و ارباب سلوک و عارفانın hürriyetidir. Onun esrar و حقایق آبچاری biçareti üzəredir. Onların vəsli zeylinə rical fuhulun yedi asnafi yedi isabət etmədi və ərais rumuz و دقایقی hicabi غزه ilə mühtəcəbəyə və xitam diqqəti ilə məqsurədir. Əhli təcərrüd və kəmalidən olan əfradidən qeyri onların vücuhindən hicabi izzəti bir əhədə kəşf etmədi. Huri məqsurat Hur Həsən eynədir. Huri məqsurat fil xiyam ləm yətməinnə insun qəbləhum və la can. İhtimalən burada Kur'an'dan bir ayədir.
Amma calibdir ki, eyni türkcədə nə cür yazıbdı, onda o cür yazıb. Qələm aynıdır, yazı aynıdır. Əslən ona da səs qoymayıbdı, yəni hərəkə qoymayıbdı. Ərəbdə, Qur'anda olsa. Pəs onun əsrarına müttəli olmadı. İlla vərəsi Muhammediyindən cəm'i qəlil ki məqami xatəmi Muhammedi və cəm'i zati əhədiyyə müttəli oldular ki xatəmi Muhammediyyə izah olunan şeyə müstəşrif və ol vaqif olduğu ulum-u hikmə vaqif olalar. Zira bu kitabın Allah'dan əxz və bu ilmin Hazreti Muhammediyyədən və ifazı və istifazəsi məhz inayət ilahiyyə və rabiti zatiyyə ilədir. Əsbab və vəsait və vəsail və rəvabit ilə dəcildir. Pəs vərəsi Muhammediyyədən qeyri bir qovm üçün bu elmə səbil və bu sadat üçün bu ilmin ittilainə Allah'dan qeyri dəlil yoxdur. Pəs, İxvan-ı Muhammediyyin və əfrad arifinin bəzisi mərarən bu fəqirdən, mərarən yəni tikrarən, əlbəttə mərarən yorucu, mərarən bu fəqirdən bu kitabı lisan-ı türki ilə istişrah edib əsrar və həqaiqi və rumuz و dəqaiqi izahın tələb etdi. Lakin o zamanda qəlb səlim üzərə ruyəti xəlqu kisrəti və izhar əsrar vəhdət üzərə şuhud vəhdət və təcəlli ənvar əhədiyyət qalib olub izhar və elan ixba və ibtan təhtində məğlub olmaqla suali icabət olunmadı. Bəlkə izhar əsrar əmr kərih və şey fahiş. Calibdir. Hətta əsrar İslamda bu qədər gizli şey önəmlidir ki, irfanda belə əsrarı deyir faş eləmək olmur. Hətta əhliyalına, hətta yaxın adama deyir ki, hər kəsin öz ləyaqəti çıxarı qədər ona əsrarı deməlisiniz. Çox mühümdür gizli tutmaq. Gizlilik İslamda, irfanda dinin özücən vacibdir. Pəs, vaxtı axirdə vərası kamilə və ubudiyyə tamə hükmü qəlbi üzərə qalib oldu. Pəs, Rəsul əleyhisselamın və əxrəcə bihi ilən-nas nəstəğun belə bir şeydir, oxuya bilmədim. Nəttəfəun bihi qoli üzərə. Belə bir ayət çıxdı, dedi ki, ayə deyil, hədisdir. Və əxrəcə bihi ilən-nasi nəttəfəun, mənfəətləri bihi qoli üzərə intifai nas üçün, nəttəfəun ki dedi, həman intifa sözüdür, nəf sözü, fayda. İntifai nas üçün və izhari mərifət və haqq və ibqai suveri məzahir vücud mütləq üçün kitabın əlfazi lisan-ı Türkiye'yə tərcümə olunub, şərh olundu. Və lakin həqaiq kitabı təfhim və məani və dəqaiqinə işarət və təlim üçün şərh üzərə 12 əsl təmhidi olundu. 12 dənə əsli deyir ki, əvvəl gərək ola ki, sonra gəlir. Təmhid müqəddəmə kimi bir şeydir, təhiyyə, başlamaq. Əsl əvvəl, Şeyx Rəziyullah xatəm vilayət Muhammediyyə olub. Xatəm üzük deməkdir, üzüyün qaşı. Şeyx Rəziyullah, yəni Ərəbi həzrətləri, Şeyx Rəziyullah xatəm vilayət Muhammediyyə olub. Bu kitab-ı fusus anın batini olan vilayət-i külliyə-i Muhammediyyənin zoqi üzərə olduğun və şeyxin həqqində və bu kitabın həqqində münkirin və taatinin münşii inkar və təəniləri olan şey və onların
inkar olacaqdır. İnkar və təniləri mucib hirman və səbəb xusran olduğundan bəyan edər. Əs-sani, əsl-u sani, əsl dovom. İkinci əsl, əsl sani. Qeybi mütləq və qeybi səviyyə və la təəyyün ilə. Qeybi mütləq və qeybi səviyyə və la təəyyün ilə təəyyün əvvəl və mərtəbəyi əvadini o ədna və mərtəbəyi o ədna və həzrəti əmmavu məratib və həzrəti əleyhissalam olacaqdır. Bu o yazılıbdır, amma yapışır burada bir-birinə və məratibi yenə o şeydir və həzrəti ammə ehtimal olacaqdır. Əmmə və məratibi ammə və mərtəbəyi əhədiyyə və mərtəbəyi qabi qovseyn bəyanındadır. Bu ammələri bilmədim. Bu amma nə deməkdir? Eynən yazılır, amma bilmədim onu. Bəlkə amma nə deməkdir? Görün burada soruşaq görək ki. Burada əma yazacaq, kör yazacaq, amma o mənaya deyil. Tamam, deyir ki, əbr qeybi hicab-ı mütləq. Körruq dedim də, onu o mənada deyəcəkdir, amma burada o mənada deyil. Əsl-i salis əsma və sifat-ı ilahiyyənin bəyanındadır. Əsl-i rabi əyyan-ı sabitənin bəyanındadır. Əsl-i xamis həzərat-ı xəmsənin bəyanındadır. Əsl-i sadis vücudun və insani kamilün bəyanındadır. İnsani kamil nədir bir şeydir? O calibdir. Məfhum bir dənə insandan nədir? Kamil insan nə deməkdir? Əlbəttə, insan kamil ola bilməz. Çünki insan əslən kamil olmaq imkanı yoxdur. İnsan zaman, məkan və şərait içində insanlaşır. Və şərait içində də aradan gedir. Və şərait, zaman, məkan değişdikcə insanların kamillik mərhələsi və mərtəbəsi değişir. Nə deməkdir? Məsələn, 1000 il bundan qabaq insanın kəmalı nə idi? İndi kəmalı nədir? Əcəba indiki ağıl aynı ağıldır, ya o zaman ağıl bundan çox idi, indi ağıl ondan azdır. Nədir? Bu məsələ çox ciddi bir məsələdir. Biz ağlın özünü görmürük. Biz ağlın eşikdə zuhurun görürük. Bu zuhur ya düşüncədir, düşüncəni zuhur olaraq göstərir, ya da bir ürətimdir. Bir şey ürətir ağl. Məsələn, sənət, teknoloji, mühəndislik, hünər falan, bunlar ağlın şeyidir, zuhurudur. Ağıl nə qədər olduğunu göstərir. Kitablar, düşüncələr ağlın zuhurudur. Ağlın özü deyil. Ağlın o yazılan zamanda, o konuda çatdığı güc oydu. Əsli sadis vücudun və insani kamilün bəyanındadır. Əsli sabi huruf və kələmatın bəyanındadır. Burada da gedir, o dil haqqında bəhs eləyəcəkdir ki, huruf nədir, kələmat nədir? İndi bunlar əlbəttə nə cür bəhs edilir, çox calibdir. Bunu öyrənmək lazımdır. Bunu mən əlbəttə bilirik ki, İslamda və şeylərdə huruf əbcəd deyə üstündə bəhs olubdur, müqəddəs deyə bəhs olubdur, bir fəlsəfiyə çevrilibdir, hurufiyyə adında bir fəlsəfə vardı. Amma burada bu nə cür düşünür? Bu da bir məsələdir ki, biz bunu, əlbəttə biz mütəəssifanə İslam müsəlmanlar deyək. Müsəlmanlar ya İslam dininə özlərini yapışdıran insanlar ki, dil haqqında danışıblar, təəssüflə bunun nəzərlərini bilmirik və danışıqlarda bunları oxumuruq. İrandan danışıram, bəlkə ərəb məmləkətlərdə ya obrisi məmləkətlərdə oxurlar, onu bilmirəm. Amma biz İranda bizi qoymazlar bunları oxuyaq. Əsli samin 8 nübüvvət və risalətün və vilayətün bəyanındadır. Əsli tasi elmi zahir ilə elmi batin bəyanındadır və elmi zahir ilə elmi batin beynində cəmün bəyanındadır. Bunlar necə bir-birindən toplana bilərlər. Əsli aşir 10 məqami məhəbbətə cəmi məqamatdən ali olduğunun bəyanındadır. Əsli hadi əşər 11 həqiqəti Muhammediyyənin əzələn və əbədən
imdadi bəyanındadır. Və burada bəyanları ki, burada deyirəm, bunlar hamısı yaddan çıxıbdır. Sonra bir ayrı qələmlə, şayət də aynı qələmlə, amma üstə çox kiçik yazıblar, bəlli olur ki, üstə sonradan deyib ki, bu yaddan çıxdı. Və süvəri məani və həqai ruhaniyyətdə və süvəri hissiyyədə həqaiq ruhaniyyətdə və süvəri hissiyyədə ənbiya və awliya məzahir ilə anın ifazəsi bəyanındadır. Əsl-i sani əşər o əsli 12-ci. Təriqün və salikün və sulukün əhvalın və vilayeti xası Muhammediyyə mevsul olan mürşid-i kamilin bəyanındadır. Burada təriq nədir, salik nədir, suluk nədir, əhvalı nədir, vilayət nədir bu irfanda? Bunları özəlliklə olar ki, Hz. Muhammed sallallahu aleyhi və səlləmin ki, Hz. Muhammed dinin olduğundan ki, mürşid-i kamil odur. Amma bilirsiniz ki, Şiədə Şah İsmail'a mürşid-i kamil deyiblər 12 yaşındaykən. Tamam, buradan bu üzə geçir. Bura görün, burada bir kitab gördüm. Görün, bu nə deyir? Şeyx Rəziyullah Ənhü Xatəmi Vilayəti Muhammediyyə olub. Bu kitabın xüsus anın batini olan vilayət-i külliyyə-i Muhammediyyənin zövqi öndə olduğun və şeyxin haqqında və bu kitabın haqqında münkirin taininin münşi-i inkar və təniləri olan şey və onların inkar və təniləri mucibi hirman-ı səbəbi xusran olduğun bəyan edər. İmdi şöyle məlum ola ki, Şeyx Muhyiddin Ərəbi Rəziyallahu anh Seyyidül Mürsəlin həsənatindən bir həsənədir. Tamam. Gedir. Mən istəyirəm ki, buradan öz adını demədi, amma biz bildik ki, bunu yazan kimdir? Əbdi Əfəndi Əl-Busnəvi. Bu yazıbdır. Amma gedək kitabın son səhifəsinə baxaq. Görək ki, son səhifələrdə məsələn, hər 100 səhifədən bir dənə oxuyaq. Biraz oxuyaq. Nəinki bir səfəni oxusaq, çox seçəcəkdir qətən. Bura 101-ci səhifədir. 100-cü səhifəsi soldadır. Mən oradan oxuram. Və haqqın haqqində ələs-səviyyə surəti mə'niyyə nisbəti ilə əmma bir vəcih ilə haqqın elmi əbdün elminə müğayirdir. Zira haqqın ana elmi əz-zatidir. Zatidir elmi. Və zatidir. Bir əmr vasitəsilə deyildir. Və əbdün eyni və sabitəsinə elmi anın haqqında olan inayəti ilahiyyə və vasitəsi ilədir. Onun üçün Şeyx Rəziyallahu Anhü istisna edib, nə deyibdir? Mim yazıb, ehtimalən yəni yazar, müəllif, şin, yəni şərh. Qırmızı ilə bunu yazıbdır, şini də qırmızı ilə yazıb. Mən onun üçün belə deyirəm ki, mim yəni müəllif. Müəllif nə deyib? Yəni Şeyx Ərəbi nə deyibdir? Deyib ki, İlla ənəhu min vəchil abdi inayətən minəllahi səbəqət ləhu hiyə min cümləti əhvali eyniyyə əs-saniyəhə. Belə bir şey görürəm. Ş, yəni şərh. Dedi, yəni İlla bu qədər vardır ki, elmi məzkurə əbd tərəfindən inayətdir Allah'dən ki, onun üçün səbəq etdi elmi ilahiyyədə sübuti halindəki ol inayətə daxi anın eyni sabitəsi əhvalının cümləsindən bir halıdır. Yəni eyni sabitəsi əta etdiği şeyidir. Zira inayetün təəlluqi iradi-i ilahiyyənin təəlluqi həsəbiylədir və iradi-i ilahiyyənin təəlluqi anın eyni sabitəsinə və əhvalinə ilmin təəlluqi mövcubiylədir. Və ilmin ana təəlluqi təəyyün və ilmi və istidadi zatisi qeyri məc'ul həsəbiylədir.
پس تعینات علمیه و قابلیات غیبیه inayat ilahiyenin əslidir. Pəs, bu əbdün eyni sabitəsinə ilmi anın eyni ilmi almək eyni sabitəsi əhvalindən və onun üçün səbəq etmiş inayet ilahiyedir. Amma hakkın ilmi böyle değildir. Tamam, gene geçti. Mim o şin gedir, devam edir. Gedək 200-cü səhifədən 200 200-də yenə də mimdən başlayaq. Deyir ki, mim müəllif فَإِنَّهُ قَدْ سَبَتَ أَنَّ الْقَلْبَ وُسْعَ الْحَقِّ وَسْعُ الْحَقِّ وَمَعَ ذَلِكَ مَا اتَّصَفَ بِالرِّيِّ فَلُو مثلا Nemenə beləsi bir şeydir, amma ərəbcədir, oxuya bilmədim. Şimdi bu qol ilə Şeyx Rizvanullah aleyh qəlbi arifün ittisaün və haqqdən qeyri bir şeyün ədəm ehsasın bəyan edib qovli məzkurə təlil edər. Yəni demək olur ki, təlil yəni onu illət gətirir ki, onu illətin bəyan edir. Təlil o deməkdir. Təlil edər, yəni demək olur, zira təhqiqi hədisi qudsidə ma əcəba ərəbcədir, ma və səni ərdi və la səmai və lakin burada bir şey yazıb, mən onu oxuyamıram. Ma sə'ni ərdi və li əsmai və lakin və sə'ni ma və sə'ni ərdi və la səma və li əsmai və lakin və sə'ni qəlbi abdil mümin qoli ilə sabit oldu ki, təhqiq qəlbi kamil haqqə vasıdır və haqqə vası ikən və haqq onda təcəlli ilə sığarkən qəlbi riyi ilə riyi nə deməkdir bilmirəm. Riyi ilə məni qanmaq ilə müttəsəf olmadı. Pəs əgər qəlb haqqın təcəllisi qətində mümtəla yəni işıqlanmış, mümtəla olaydı, mürtəvi olurdu. Mürtəvi nə deməkdir? Mürtəvi sirab şudə. Pəs əgər qəlb haqqın təcəlliqətində mümtəli olaydı, mürtəvi olurdu. Yəni qınardı. Su içəndə biz deyirik ki, o cür olur da, doymağa dedik, yəni doydu, yəni çox susuz adam onu işlədir, qınamaq, qınardı və ətəş sakin olurdu. Qınardığını bir dəfə də yazmışam, burada məndə o biraz məfhumi, o cürsü dediyim kimi düşünürəm, amma qınadı, qınardı. Qanmaqdan gəlir, doymaq, qınardı. Biz bunu işlədirdik, amma indi yadıma gəlmir kəmləri. Bilirəm ki, suda işlədirdik ki, məsələn, qına iç, yəni belə bir şey deyil, amma bu o deyil. Burada ayrı bir mənada yazdı ki, deyir ki, ərəbi ya farsi klassikdə yoxdur. Türki, Azəri ya Osmanidir. Burada da götürdük qan kəlməsindən işlətdi, yox, qan kəlməsindən deyil bu. Bəlkə də qan kəlməsindəndir, mən lüğətçi deyiləm, ona görə bilmirəm. Yenə yetişdi suya, görürük kitab bir təxəssüsi qonuda ki, çox ağır irfan qonusudur. Görürük ki, çox belə
güclü bir türkçə kitabı ortaya çıxır. Gəlirik 300-cü səhifədən biraz oxuyaq. Burada da bir ayədən başlayır. Deyir ki, haza, qırmızı yazıbdır. Haza iza qüllət haqqu və xələqə. Baş tapmadım. İza qələt haqqu və xələqə. Yəni, haqqı əbdə təcəlli etdikdə, ol təcəllinin səvatini əbdi haqqa e'ta etmək və ol surət ilə əbdi haqqa zahir olmaq şul vaxtdə etibar olunur. Yəni, sən etibar edərsən, geçen kim sen desen ki vücud hak ile halqdır, yani cem'i ve batin itibariyle haktır ve tefsil ve zahir itibariyle halqdır ve hak ile halqi farq ve temyiz etsen ve eza nazarta fi qawlihi ta'ala kuntu raculin التي يسعى بها ويده التي يعتش بها ولسانه الذي يتكلم به إلى غير ذلك من قول من القوي ومحالتي هي الأعضاء لم تفرق. Hala oxuya bilmədim, yəni çox da səslərin qoymadığı üçün baş tapmadım ki, nə olur? Mənisinə də diqqət eləmədim. Düzün axtarsaz baş tapmadım, yəni. Diqqət elədim. Və qəti kim? Sən Allah Teala'nın ben əbdün, ben əbdün. Sən və qəçin kim? Geçen kim? Sən Allah Teala'nın ben əbdün, rəculi olurun ki, onunla səy edər və dahi onun şülyədi olurun ki, yazı değişti. Yazı formu değişti. Yəni, o türkçə ki, 100-cü səhifədən oxumuşduq, burada 300-cü səhifədə değişti, 200-cü səhifədə oluydu, burada değişti. Onun için görürük ki, yazı biraz formu, dil formu değişti, yazı formu değişti. Geçə kim sən Allah Teala'nın ben əbdün şul rəculi oluren. Görürsünüz, beləsi işlətdi. İndi orada işlətmirdi. Orada ki, onunla səy edir və dahi onun şul yedi oluren ki, onunla yapışır və dahi onun şul lisani oluren ki, onunla kələm edir, təkəllüm edir, ehtimalən belə oxuyacaq, təkəllüm edir və bundan qeyriyə varınca vaqiə olan qüvadan və onların məhali olan əzadən olan qoluna sən nəzər etsən, haqq ilə xalq beynini fərq etməzsən. Ləm təfərrəqu qoli izə ki cevabı. Burada o deyir ki, onun cevabıdır. Tamam, devam edir. Biraz burada cümle değişti. Gedək 400-cü səhifəyə. 400-cü səhifədən də burada yenə mimdən başlayaq. Bu səfər əslində 399-cu səhifəyə baxacağam. Və e'ləm, səfərin 5-ci, 6-cı sətrindəyəm. Oradan oxuram. Və e'ləm, əyyədnəllahu və iyyəkə suruhun minhu illə misli hadəl ətai izə həsələl əbdu əy əbdun kanə fə innə la yəngisuhu zalikə min mülkin ahiretihi və la yəhsəbu aleyhi məəkuni Süleyman həm tələbi həm ehtimalən deyil, bu həm olmayacaqdır. Süleyman aleyhisselam tələbəhu min Rabbihi
فیقتضا ذوق الطرید. Burada ərəbcə oldu, cavabı da və fi bəzi nusəx, ayrı nüsxələrdə kitabın, burada calibdir. Kitabın nüsxələrinə baxıb nüsxələrin fərqini görür, ərəbcəsini deyir ki, və fi bəzi nüsəx şərh verdi, yenə müəllifə gedir. ذوق التحقیق ان یکون قد عجل له ما ادخر بغیره و یحاسب به اذا اراد فی الاخر شرح. Ey Arifi kamil, sən alim ol ki, Allah Teala bizi və səni təyid eyləsin. Onun tərəfindən ruh və tövfiq ilə təhqiq yenə qeyddir. Yəni o yazı ki, orada vardı 300-cü səhifə, 400-cü səhifədə ayrı deyil. Cümlə bağlamaq və kəlmələrdən işlətmək değişdi. Onun tərəfindən ruh və tövfiq ilə təhqiq bunun kimi ata, yəni bi təriqil el-ifham və vahib haqdən Süleymanə ita olunan ata kimi ki mülk və təsərrüfdür. Geçən kim bir əbd üçün hasil ola. Qənği əbd olursa, gərək Süleyman olsun və gərək onun qeyri və gərək əbdi müstəhəq olsun və gərək qeyri müstəhəq. Pəs şən və qissə budur ki, ol əta, ol əbdün ahireti mülkündən naqis olmaz və daxi onun üzərə hesab olunmaz. Mə'əhaza Süleyman ani bu təndən tələb Rəbbündən tələb etdi. Pəs zövq təriq iqtiza edər ki, Süleyman üçün təcil üçünün üstünə xətt çəkib qırmızı. Təcil üçün olundu. Şül əta ki, qeyri üçün idxar olundu. İdxar yazıb. Ya ehtimalən izhar olacaqdır. İdxar olundu. Bilmirəm nə deməkdir. Və ol əta ilə ahirətdə mühasibə olunur. Geçən kim ani murad edər, yəni ahirəti mülkündə ani naqis görüb, ani dilədici vaxtda onunla mühasib olunur. Zira hər əta ki insana vasil olur, kəndi nəfsindən ani haqdən tələb etməklə pəs sahibi ahirətdə onunla mühasibə olur və amma əmr ilahi ilə sual etsə, pəs ahirətdə ol əta ilə mühasibə olmaz. Tamam, Allahın tərəfindən də bir şeylər danışırlar. Hər halda burada getdi, yenə müəllifin sözünü yazır ki, fəqalə davam edir. Gedək 500-cü səhifəyə görək ki, 500-cü səhifədə nə görürük? 500-cü səhifədə də gedirəm yenə, gedim bu birisini oxuyayım. Əlbəttə qələm biraz burada değişibdir, ya mürəkkəb biraz yoğundur, qələmin ucu yoğunlaşıbdır, biraz çox qərə görünür səfə, mənim gözüm biraz titrir burada. Risalətün və rəsulun uluvvi qədrin arif olmaqla Musadan qənği əmr sadir olur və Musa ana əmr edər. Ana muraqib olmağa şuru etdi. Qaləş şeyx, burada bir şey yazıbdır, bilmirəm nə demək olacaqdır. Şeyx hal-hazırda xülasə, bir kəlmənin xülasəsi. Fil babi əl-hadi və səb'inə və mə'ətə minəl futuhat. 171-ci babda Kitab-ı Futuhatda nə deyibdir? Bu Futuhat-ı Məkkiyə bir ayrı kitabdır, bu Nusus-ül-Kəm bir ayrı kitabdır. Amma burada işarə edir ona ki, Qaləş şeyxu rəziyullah ənhu olacaq, nə olacaq belə bir şey? Fil babil hadiyə və səb'inə və mə'ə minəl futuhat. Qalə şeyxina Əbun Nəcah əl-mə'rufi bi əbi Mədin, ya Mədin və ləmma ilmul hazri qədərun mərtəbətun Musa mürəttəbətun ehtimalən mürtəbətun
Musa ve uluvvin mensebehu ve uluvvi mensebehu imtesela bi enneha enhu ta'aten nemene ve li rasulihi kâlallahu fi hakkı rasuli ve ma inneha ve inneha enhâkum ve ma enhâkum er-rasûle enhu fentehu af'alihi fi saniyeti enne sealet ki falan devam edir, Arapçadır, devam edir. Kullen bura Arapça oldu. 500. səhifənin dəqiqən özü yarısından sonra jürə bu qırmızı xəttini oxusaq, ondan qalanı nədir? Fəqalə ləhu, müəllif yazıbdır. İn səəltəkə ən şeyin ba'dəha fəla təsahibni فأنهاه عن صحبته فنهاه عن صحبته فلما وقعت منه الثالثة قال له الحذر. Buradan bizə zahirən elə bir ki 3-4 kəlmədir. Müəllifdən gətirir, sonra gedir ora ki hada fəraqun beyni və beynik şərh. Buradan başlayır. Pəs Musa Həzrət əleyhissalam 2 nəfərmişlər də. İndi Musa'nın o birisinə də Allah içinə də deyir salam olsun. Pəs Musa Həzrət əleyhissalam etdi. Etdi yəni dedi, əgər bu məsələdən sonra və yaxud bu kərtidən sonra, bu kərt nə deməkdir bilmirəm. Bu kərtidən bizdə kərt kərdi deməkdir, amma bəlkə odur ya o deyil bilmirəm. Bu kərtidən sonra bir şeydən səni sual edəcək olursam, həman kərə ünvanındadır ehtimalən. Olursam, pəs tikrar, burada kərə tikrar ünvanındadır. Bu kərə, məsələn, neçə kərə yanıva gəlmişəm, o deməkdir. Burada da kərt deyibdir, ondadır. Deyir, bu Həzrət Musa ilə Xizrin danışıqlarıdır. Zahirən bir musafirətə gedirlər. O musafirətdə qərardır ki, Musa sual soruşmaya, Xızırdan onun dəlillərin soruşmaya, hikmətin soruşmaya. O da adam öldürür, gəmini dəlir, filan, bəhman, dəli işlər görür. Həzrət Musa da soruşur. O ona cavab verir ki, sən, indi bu da deyir ki, pəs Musa Həzrət əleyhissalam etdi. Əgər bu məsələdən sonra və yaxud bu kərətdən sonra bir şeydən səni sual edəcək olursam, pəs bana musahib olma. Pəs Musa Həzrəti kəndi söhbətindən nəhy elədi, özün nəhy elədi. Pəs vaxtda ki Musadan məsələ-i salisə vaqe oldu, Həzrət Xızrıdır. O da Xızrıymış. Pəs Musa Xızr əleyhissalam, Xızr. Mən Həzrət oxudum, bağışlarsınız. Pəs Musa, bir dəqiqə istəm əvvəldən, pəs Musa Xizrə əleyhissalam etdi. Əgər bu məsələdən sonra və yaxud bu kərətdən sonra, bu birinci dəfədir ki, kərət sözün kərə yerinə görülən işlədir. Ehtimalən öncədə türklərdə kərə yox, kərət yazılırmış. Kərətdən sonra bir şeydən səni sual edəcək olursam, pəs bana musahib olma. Pəs Musa Həzrəti, Musa Xizri kəndi söhbətindən nəhy elədi. Pəs vaxtda ki, yəni nə dedi? Dedi ki, mən bir də səndən sual sorursam, mənə qulaq asma. Onu nəhy elədi ki, buna qulaq assın. Bir də mənə qulaq asma, dedi ona, nəhy elədi. Pəs Musa Həzrət Xizri kəndi söhbətindən nəhy elədi. Pəs vaxtda ki, Musadan məsələ-i salisə vaqe oldu, Xızr Musanın nəhyi qətində vaqif olmaqla Musaya haza fəraqun beyni və beynik dedi. Yəni Musa Xızr kəndi söhbətindən nəhy etməklə, yəni Musa Xızri kəndi söhbətindən nəhy etməklə Xızrdakı ədəb risaləti haqqını riayət edib söhbətindən onu nəhy etdi ki, nəhyidən müntəhi oldu və etdi. Sənin nəhyün üzərə bu etiraz bənim beynim ilə sənin beynində fəraqa səbəbdir. Pəs mənim beynim ilə, beynim aram, mənim beynim ilə
sənin beynin fərağa səbəbdir. Əlbəttə beyin burada bu beyində hesab ola bilər. Yəni hər iki anlama gələ bilir. Mənim beynimlə sənin beyninin arasında bir aralıq var. Ayrı düşünürük. Bir də beyin ara, iki nəfərin arasında. Ərəbcə fasilə. Bu etiraz mənim beynim ilə sənin beynində fəraq səbəbidir. Pəs Xızr ədəb rəsuli riayət edib Musanın əmr etdiyi şey ilə amil oldu. Qal Şeyx Rizvanullah əleyh fil bab. Üstə də Əhman Rizvan imiş, beləsi görürmüşəm. Rizvanullah əleyh fil bab salis və səb'inə fil futuhati və la ədri bə'd hadal ictimai əhlu nalin Musa zəlikə el-məqamu əmla la ilmə li bədalik فرحم الله عبد أطلعه الحق على ألا موسى قد أحاط بعلم الذي ناله الخضر بعد ذلك وحصل له هذا المقام خبرا فالحقه في هذا الموضع من كتابی هذا و ینسیه الى نفسه لا الی انتهى الكلام. Buradan da bu yüzden gene türkçü başlıyor yazır. Kitap ki devam edir. Gedək 500-ci səhvə. Kitabın sonuna bir baş vuraq görək ki sonundan dedik ki 2-3 yer vardı. Oraya baxaq görək ki nədir? Bir şeirlər var. Bu şeirlərə bir baxaq görək ki, çox da uzun şeirdir. İstəyirdim bunu şeiri oxuyam, amma şeir görüm, aha, yaxşı gəldim bura, burada bir şey yazıbdır. Və ulum ilahiyyə və əsrar-ı rəbbaniyyə onların qulubi üzərə münzələ olmaqdan zailə olmaz. Qalə aleyhisselam ümməti kəlmətəri la yədri əvvəlha xeyrun axəruha. Pəs əhli Allahın əmri kəşf şuhud üzərədir və təqlid üzərə dəyildir. Qul hazihi səbili əd'u iləllahi əla bəsirətin inna və mən ətbə'əni və ma inna minəl müşrikin. Və bu kitab məratib-i ilahiyyə və hükm-i kəmaliyyə insaniyyəyi cami olub. Qəsidə-i ilahiyyə kəmal-i Muhammedi surəti üzərə olduğu bu qəsidədə mübəyyəndir. Qəsidə-i ilahiyyə nəfs ürdü hüviyyətdən yenə ənfas-ı rəhmani məarif-i cövhərin addi kənarə bəhr-i sübhani zehi dəryای mütləq kim ana yox qərilə qayət zehi bəhri hüvel haq kim ana yox həddü payani. Anın موجی buxarından cəmi əyan alur feyzi muhitindən kənara gər təməvvüc edə ummani. Əgər kisrət cəhanından var isə vəhdətə meylün, əgər kisrət cəhanından var isə vəhdətə meylün təriqün vəsfini dinlə sana təbyan edüm ani. Süfət etdiyi şuhud üçün xəzayin qapısın Allah yarattı aləmi əvvəl bəs ondan sonra insani. Burada bir kəlmə əşğalçı beytidə bir kəlmə yazıbdır ki, onun düzün axırda yazıbdır. İndi görək ki, üstəki fəzl yazıb, üstə mən süfət etdiyi şuhud üçün, burada da fəzl etdiyi şuhud üçün də ola bilər. Amma görək aşağıda o cür bir şey vardı ya yoxdur. Vəli nui bəşərdən ənbiyayı istifa etdi. İstifa yəni seçmək. Müstafa da yəni seçilmiş. Vəli nui bəşərdən ənbiyayı istifa etdi. Onlardan hər birinə xas qıldı ərzani. Bəli, o üstəki fəth imiş, fəzl olacaqmış. Doğrusu fəzlidir. Fəzl etdi şuhud üçün xəzain qapısını Allah yarattı aləmi əvvəl pəs ondan sonra insani
Vəli növ-i bəşərdən ənbiyayı istifa etdi, onlardan hər birinə xas qıldı ərzani. Xasən də oxuna bilər, nun da onu oxuya bilir. Xasən qıldı, yəni məxsus. Rusuldən hər biri feyz alır ruhi Muhammeddən sallallahu aleyhi ve sellem. Rüsüldən hər biri feyz alır ruhi Muhammeddən, vəli əsma müxalif iqtiza etdi, pəs ədyani. Deyir ki, ismilərə bağladı. Deyir, hər ism hər ad öz dinin gətirdi. Pəs, vəli əsma-i müxalif cürbəcür adlar. Müxalif burada yəni zid deyil, cürbəcür. Vəli əsma-i müxalif iqtiza etdi, bəs ədyani. Vilayət xatəmi əngay məğrib şeyx əkbər kim? Vilayət xatəmi əngay məğrib şeyx əkbər kim? Həqiqət məşriqinin oldurur xurşid rəxşani. Götürmüşdür füsusitrə kiləm əzvaqini cəm'a, çeyni cəm Əhməddən oların aldı əyani. Olarək də ola bilər. Çeyni cəm Əhməddən olarək aldı əyani, oldu əyani. Onun ruhani nəşəndən qəvaçibi durər anlar. Quvayı ne təkim cami durur bu nəş'i cismani. Quvanın hər biri oldu kəmalın birinə məzhər. Kəmalatun vəleykən münşi ol cəm'i fərdayı. Fərda burada fərd anlamındadır. Fərda sabah anlamındakı farsda işlənir, o deyil. Fərd burada yəni bir, yəni tək. Bizdə var cüt, tək, cüt. Bu fərd o deməkdir. Kəmali cəm'i zatinin zuhurinə rusul cəm'i məratibdir oları cəm edər bu cəm'i qərani ya qırani. Qıran dedik ki, böyük adama deyirlər. Calibdir, burada da bir ayrı bir qırmızı xəttinə böyükdə özü tərsə bir şeylər yazıbdı. Əcəba o da şeirdir, yoxsa o da bunlara təşrihdir bu şeirlərə, bilmirəm. Burada əlbəttə gəlsək bu səhifəyə görərik. Kəmal cəm'i zatiyyə Məhəmməd məzhəri küldür, rütəb itrə o surətlə zuhur etməkdir şani. Məhəmməd ruhi cami'dir kəlim ərvahini cəm'a, usulun məbdəi kani vücudun əsli bünyani. Bu surət cəm'i cəm'inin məqami qabi qovsinin rusuli əzvaqi olubdur şərtü daxi ərkani. Olubdur şurutu daxi ərkani. Kəmalat rusul ilə vücudun eyləgil təkmil. Kəmalat rusul ilə vücudun eylənil ya eyləgil təkmil. Ki ta cəm'i Muhammeddən alasən feyzi ғفرانی. Pəs əvvəl Adəm ataya cəmi əsmai bilməkdə. Pəs əvvəl Adəm ataya cəmi əsmai bilməkdə. Vəli oğul gibi sən varis ol gəl ey ata cani. Pəs ondan sonra gər şişin olursan elminə məstər. Pəs ondan sonra gər şişik olursan elminə məstər. Bilmədik şişik nə deməkdir? Görün bu şişik nə deməkdir? Bizdə şiş bir şey şişmaqdır, qabarmaqdır. Ona qabar da deyirik bəzən. Əlimiz məsələn qar atırıq, əlimiz qabarır. Yəni dərinin içinə su dolur, qalxır. Dəri ətdən qopur, içinə su dolur, qalxır. Bunu qabar deyirik. Şişmaq da deyirik. Məsələn Allah göstərməsin, birinin qolu, qıçı sınır ya çıxır, şişir onun şeyi. O da ona şişmaq odur. Amma burada
bunu bir şey işlətdi. Dedi ki, gər şişik olursa elminə məstər. Şişikdir əlbəttə bu. Ona görə bunu şişik oxunur, amma şiş yazılır. Ş, Y, Ş, K. Şin, ya, şin, kaf. Deyir ki, bunun mənası vardı. Farsçada vərəm dedim, onu işlədibdi. Dəməl, cuş, deməli, amas falan. Tamam, bu o mənidə deyil. Ehtimalə şişmək anlamındadır burada. Pəs ondan sonra gəl şişsək olursan elminə məstər. Şişin, aha. Pəs ondan sonra gəl şişin olursan elminə məstər. Qulubi məyyitə bişək edərsən nəfthi ruhani. Nəft ruhani nə deməkdir? Nəfti ruhani. Cümlədə yazaq şuraq ki, buna bir şey deyir. İrfanda deyir işlənir. Ateş, nəft anlamına tutubdu bunu. Elə nəft anlamına tutubdu irfanda. Ruhun üstünə nəft tutursan, öt vurasın. Onun mənasına gəlir. Əgər dəryayı tənzihün olursun nuhi səbbahi, edəməz əsli təşbihün zərər sanki tufani. Baş tapmadım. Edəməzsin əsli təşbihün zərər bilsan tufani. Zərər bilsən, yəni zərər bilsən. Təravühündə uruc etsən. Təravüh ruh. Təravühündə təravih də ki vardı, ehtimalən o da bu sözdəndir, yəni ruhlanmaq. Təravühündə uruc etsən, səmaya nitəkim idris, olursan üç əvc təqdisin, bugün sən şəms-i tabani. Tamam, bu şeirlərdən geçək. Mən gedim, çoxdur. Bunun axir səfəsini, şeirin axir səfəsini oxuyayım, görək ki, burada bizə bir şey, əlbəttə dedi ki, bu irfani bir şeydir də, yəni burada adını deməyəcəkdir. Yürü nəfyi vücud ilə ki, olasan həqlə baqi, əbəd vəslət sərayində gözün görməyəm hicrani. Salat ilə salam ol məzhər cəmiyyətə zatə, cəmiyyəti zatə. Salat ilə salam ol məzhəri cəmiyyəti zatə, ki oldur məzhəri əvvəl, həm oldur məqsədi sani. Daxi əshab-ı alinə, daxi əhbab ətbaə, ki dini mərifət əmri olarlə buldu itqani. Onlardan bu Bəkridir bürci sədqün mühri rıxşani, ədalət rüknünün daxi Ömər oldu nicəhbani. Rəsulun sahibi yari, daxi hilmu həya kani, salatünlə müşərrəf qıl xudaya ruhu üsmani. Salamünlə mükərrəm qıl əbəd ali əba həqqi, vəlayət məzhəri dildil səvar düldül, vilayət məzhəri düldül səvar şah mərdani. Həsən ilə Hüseyin və Fatimə ərvahini cəm'a, toyur feyzünlə əhl-i beyt olan həm cümlə pakani. Cəmalün daxi şadet cəmi'i, cəmalünlə daxi şadet cəmi'i ərvah əqtabi, visalün ayinə qandur İlahi qəlbi xasani. Sahib Hacı Məmizadədir ya Fəmi? Məmi olacaqdır, Məmizadə. Bu bunun adı daha Sahib Hacı Məmizadə Müzəlli bəy. Ehtimalən bu
ehtimalən bu nüsxəçidir. Çünki əvvəldə bu kitabı yazan, əlbəttə biz oxumadıq, amma zahirən bu kitabı yazan Əbdi Əfəndi Əl-Busnəvidir. Əl-Busnəvidir. Bu kitabın amma ehtimalən qələmləyən, nüsxəni yazan Sahib Hacı, ehtimal yazıram, mən də burada yazıram, nüsxəçi ehtimalən Sahib Hacı Məmizadə Müzli bəy. İndi burada bir ərəbcə bir şey yazıb görək, oxuya bilirik. Burada nə deyir? Qurbul mauti la yemna'u qəbulət tövbə. Ölümün yaxınlığı tövbənin qəbulluğun aradan götürməz. Və tövbətu əl-bə'su vəl-iman. Tövbə nədir? Tövbə qorxu və imandır. Məzkurətən fi fətava əl-bəzaziyyə. Bəzzazinin kitabında onun fətvalarından biri budur ki, ölüm yaxınlaşırsa tövbə eləmək olar, Allah qəbul elər. Fi kitabi əl-əlfazulləti yəkunu İslamən ol küfrən. Bir dənə kitabdır ki, adı nə məndə? Əl-əlfazulləti Bəzzaziyyə kitabında Əl-əlfazulləti yəkunu İslamən ol küfrən. Bu bölümdə deyib onu. Əcəba burada bir şey yazıb görək, bu ərəbcədir, amma bəlkə də burada onun adı Əz-müəllifati Qudvətül uləma-il muhəqqiqin, usvətül üzəma-il müdəqqiqin, əfzəlül mütəqəddimin vəl mütəəxxirin, cəlalül milləti vəd-din, Əd-Dəvani Sümmə-Şirazi. Bu Əd-Dəvani Sümmə-Şirazi kimdir? Əd-Dəvani Sümmə-Əl-Şirazi. Bu kimdir ki, burada onun istəyir şeyin yazsın. Bismillahirrahmanirrahim və huvəl hadiyun ilə sıratin müstəqim. Elhamdülillahi qabilit tövbə abdihi İza tabe la siyema ve yefrahu bi tövbetihi kema vürde en seyyidi ve seyyid ve salatu ve selamu ala seyyidina Muhammed ve ali ve ashab. Amma ba'd. Fakat sa'alani min icabeti ala farz eynin ve menziletihi fi a'la menazzil salikine salalete salafit tahire الطاهر والجناب الفاخر ذو الغرة والدين روح الله روحه ربح الله روحه في العالمين إن أكتب على قوله تعالى قال آمنت أنه لا إله إلا الذي آمنت به بنو İsrail ve ana minel muslimin. Tamam, burada da İsrailçilerin arkasına düşüp gedir. Hərlədi, Allah rəhmət eləsin deyək. Tamam, ərəbcədir bu bölüm. 3 səfədir buracan, 4-cü səfəsi. Bəli, əhvalini ilahi, qəbz-i əczi yox, bir yerdən çevirib Türkçəyə. Türkçədədir, yox, elə əvvəldə birazı farsça, ərəbcəymiş, qalan Türkçəymiş. Ayi الآية فأجيبه إلى ذلك وكتبه في غاية الزمان حسب ما ظهر من غير تقليد سمعا من فيض مولى الحميد فأجبت الزيادة في الكلام العربي ليظهر به الرد على من قال بتكفير مولا العلماء والتاج الأولياء مولانا الشيخ محي الدين العربي والطعن في كلامه وزيادة الكلام الذي لا فائدة فيه في ملامه فأقول بالله بالتوفيق اعلم يا أخي وقز جنب راسها العرب جدي جل الأشعية آمنت ببنو إسرائيل فلان الذي آمنت به
tamam التعلیق باللسان فهو ظاهر و اما الایمان بالقلب فشهادت و انا من المسلمین و فلان müstəqim və buranın səfənin axırınca gəldi xələ fiilən ərəbcədir. Bu səfə kollən ərəbcədir. Buranın ərəbcədir və haza kəlamun gəlir bura əl-qaydə bəyan filan gəldi. İkinci səhifəsində bunun ərəbcədir fiilən ki görürəm. Bəli, bura ikinci səfədə kollən ərəbcədir buracan gəlir. Fiheyso qalə filan. Valla üçüncü səfədə buracan mən görürəm belə hamısı ərəbcədir. Bəli, bu da kollən əslən ərəbcədir. Bunda türkcə yoxdur. Mən nə cür burada demişəm və türkcədir. Tarixzat da yoxdur təəssüflə. Möhür burada təkrar olubdur. Möhrü də orada tərcümə eləmişdik ki, oxumuşduq, tərcümə eləməmişdik. Hər halda bu günləri bu kitabla Şərh-i Fususul Hikəm ilə tanış olduq. İndi bunu buradan soruşaq görək ki, əcəba bəlli midir ki, Fususul Hikəm kitabı Türkcə Şərh-i Fusul yazıblar mı? Çünki bunu Şərh-i Fususul Hikəm kitabı Türkcə kim hangi hicri tarixdə və harda hangi sultan çağında yazılmışdır. Görək buna görə bir şey yazır bizim üçün ya yox. Götürdü latincə yazdı. Deyim ki, lütfen bunları ərəbcə yaz. Lütfen bunları ərəbcə, türkcə alfabeti ilə yaz. Ki, mən onu rahat oxuram. Əlbəttə bunları ərəb-türk alfabetisi ilə yazaram. Bunu latin yazıbdır. Əsərin əsli Fususul Hikəm İbn Ərəbi 638 Hicri qəməridə yazılıbdır. İlk böyük şərh 751-də Hicri qəməridə Davud Əl-Qeysəri Ərəbcə, dili ərəbcədir bunun, Qeysəri. Bu günləri Qeysəri deyə bir şey var indi, Türkiyədə bir şəhər var, Bursa. Qeysəri Bursa deyə bir yer var, orada deyir yazılıbdır yer. Dövr Urxan Qazi. Urxan Qazi Osman, qurucu Osmanın oğlunun dövründə deyir, yəni bu ərəbcədən türkcəyə yox, ərəbcədə ona şərhi yazılıbdır, belə deyir. Bu Urxan Qazi zamanında. Türkcə tam şərh Əhməd Avini qonunun Əhməd Avini qonuq deyə türkcə tam şərhi, yəni Fususul Hikəm şərhi
Əsərin adı Əhməd Avini Qonuq deyə Osmanlı türkcəsində dil Hicri 1339-1344 arasında, yəni 100 ildən biraz o üz bu yüzdür, İstanbulda yazılıbdır. Məhəmməd Vəhiyyəddini hər halda bu nüsxəyə işarə eləməyib o zaman yazılıbdır. Bəllidir bu nüsxə öncələr yazılıb, amma bu burada onu tapa bilmədi. Biz də ondan çox bilmədik təəssüflə. Hara getdi kitabımız? Bu kitab əlbəttə bu şeyi üzündən tapmaq olar. Bu Paşa kitabxanasından üzündən tapmaq olar möhüründən ki, bu kitab hangi zaman o adam çalışırmış. Aha, Şərh-ül Fusus li Əbdi Əfəndi Əl-Busnevi. Bunu da beləsi yazsaq o cavab verər bəlkə. Şərh Əl-Fusus ki Əbdi Əfəndi Əl-Busnevi Türkçə yazmış. Şərh-ül Fusus ki Əbdi Əfəndi Əl-Busnevi Türkçə yazmış. Şərhi də iştibah yazmışıq. Kəm. Şərh-ül Fusus kəm ki Əbdi Əfəndi Əl-Busnevi Türkçə yazmış. Hangi tarixdə yazılmışdır. Görək ki, biz itilat verək, görək o itilatın üzü ilə bizə bir cavab verə bilir ya yox. Bəli, Şərh-ül Fusus kəm ki binami Əbdi Əfəndi Əl-Busnevi. Abdullah Busnevi əlbəttə əslində deyir. Busnevi şinaxte می شود. Əbdi Əfəndi Əl-Busnevi kim? O یک sülhi ürəfa İrfan Pəjuh və Sufi Busniyayı در دوره عثمانی بود. نام کاملش معمولا به صورت عبدالله افندی بوسناک عبدالله افندی بوسنی آمده است. او از اهل بوسنی هرزگوینا بوسنیا بود و در عثمانی تعلیم دیده. بعداً استاد و نویسنده شد. Tarix izinde 992'de doğulubdu, 1054'te ölübdü. Yani 56 il ömr eləyibdi. Doğruyu fəaliyyət qarni 17 miladi der Osmani. Yəni bəllidir bu adam kitabı Şərh-i Fusus-ül Hikəm o. Şərh o bər Fusus-ül Hikəm şarih Fususi şərhi Fususi el-Hikəm یکی از شاهکارهای عرفانی عثمانی است و به دو زبان نوشته شده است. نسخه اولیه در ترکی عثمانی، نسخه توسعه یافته و مفصل در عربی که بعداً تدوین شده. بعضی نسخه ها در عثمانی نسخه برداری، چاپ یا ترجمه شده‌اند و بعدها به اروپا، انگلستان نیز راه یافتند. کی نوشته؟ چون خودش تاریخ فلان زندگی میلادی yazıbdı. Kərdə, yəni 900 neçə idi? Dedi ki, qoy bunu yazaq. Bosnavi dedi ki, 992 ilə 992 ilə 1054 arasında yaşamış. Tamam. İndi burada gedir kitaba görə desin, biz bunu tapaq. Dedi ki, özü nüsxə-i Türki o nisbətən əvvəliyyətər است. Yəni daha öncə yazılıbdır və bədən nüsxə əməkdar ərəbi falan muxtəsər نویسنده kitabı nə dedi? پس شرح را در نیمه اول قرن 17 میلادی یعنی 1050 arasında yazıldı. Yəni dəqiqən elə bu illərdə yaza bilər. Çünki 30 yaşında mən inanmıram yazmış olsun. Çünki dedi bu neçədə olubdu, doğulubdu. 1992-də. Onda olar bunun əgər
1000 onu tutsaq, bunun olar 18 yaşı. Eləyə bilməz. Əgər bunu desək, ömrünün ikinci çağında 40-dan o üzə desək yazıbdır, mənə daha ağlıma batar. Yəni deyək ki, 1040 illərində yazsa, onlar 50 yaşında 50 yaşlarında, 40 yaşlarında yazsa, deyək 1030-da zadda yazıbdır bunu. 1030-da yazsa, hududən 400 il öncə bu kitab, ən azından 400 il öncə bu kitab yazılmış olar. Ən azından 400 il öncə yazılmış. Tamam. Bu günü də Allaha şükür eləyək, bir dənə kitabla tanışdıq. İrfan haqqında, türk dilində. Əlbəttə, iki kitabı əslində biz şahid oluruq. Həm Fusus-ül Hikəmin özünə ərəbcədir, burada onu görürük. Həm də onun şərhin görürük, yəni türkcəsini görürük. Onun üçün iki kitabla bir kitabda qarşı-qarşıya gəlirik və çox gözəl kitabdır. Bu kitabın 1108 səfərlik bir kitabdır və çox təxəssüsüdür. Yəni, İrfan sahəsi çox sadə bir qonu deyil ki, deyə hamı anlaya bilər. Mən də anlaya bilmərəm. Təbiətən demirəm ki, mən anlaram. Mən də anlamağım üçün 10 dana, 20 dana, 30 dana kitab oxumalıyam ki, eləyə biləm bu, anlayam bunu. Hər halda Allaha çox-çox şükür edirik ki, türklər yaratdığı və anladığı və düşündükləri qonulardan biri ki, İrfan qonusudur, ruhsal yaşam qonusudur. Yəni, biz gedib Hindistandan, Çindən, nə bilim, Təbbətdən ruhsal yaşam axtarır bəziləri. O halda ki, bizim özümüzün dədələrimiz bunu yaradıblar və var və mövcuddur. Biz o yolu tuta elə o irfana, o ruha, o ruhsal yaşama, o dedim Allah, bizlər hamımız yer, göy, ağaçlar, heyvanlar, quşlar, balıqlar, su, daş, dağ, torpaq, meyvələr, hamımız göygörəntilər, itlər, qurtlar, hamımız Allahın təcəllisi yox. Və görün ki, əgər biz buna doğrudan yetişə bilsək, bu mənim dilimdə gəlir. Doğrudan buna yetişməmişəm, mən heyvanları yeyirəm, yəni bu bir vaqiyyət. Amma doğrudan buna yetişsək, görün dünya nə qədər bizi rahat elər, nə qədər biz rahat olarıq. Allahın təcəllisi özümüzü bilsək. Hər halda bu da bir İslamda bir məktəbdir, irfani və ruhsal bir məktəbdir. Bu da vardı, müsəlmanlar, türklər də bunun içində rolları olub, çox böyük rolları olub, yerləri olubdur. Yəni, çox zəhmət çəkiblər bunu yaratmaqda, saxlamaqda. İndi də vardı, mən hətta bu son zamanlarda axtarırdım. Türkiyədə də vardı, Osmanlıda da çox geniş, Osmanlı deyirəm, Ərəb dünyasında da çox geniş şəkildə İrfan təşkilatları vardı. Təşkilat deməyək, yəni məsələn, xanqah filan zat vardı. Beləsi çalışırlar. Hər halda gecəz gününüz xeyrə qalsın. Allaha tapşırdım. Sağ qalın, səlamət qalın. İnşallah Allah ömür verirsə, bir ayrı kitablarla, türk dünyasının yaratdığı düşüncələrlə, anlayışlarla, təməddün ya uyğarlıqlarla tanış olarıq. Sağ olun, sağ qalın.